Mənim atam 22-si ölüb mayın, elə deyil. Mayın 22-si nə üçün gəlib burada hasarlı qaldırırsan? Əstağfurullah, 23-ünün səhəri gəlib hasar qaldırıblar hamısı özü üçün. Bəs bunu 2024-də almışsınız, hamınız bir il bundan qabaq. Bir ilin içində siz hasar zat heç nə ağlınıza gəlmədi. Balağı rəhmətli 22-si mayın 22-si dünyasını dəyişən kimi səhər tezdən gəldiniz 23-ündə başladınız burada hasarlar tikib öz bizə həyət qurmağa. Atamın ölüm xəbərini eşidən kimi də Kərimlə Ceyhun adlı şəxs durub gəlib mənim qapıma ki, mənə axtardılar ki, sən atam mənə torpaq satım. Yəni ki, bunu sən bir ilin içərisində hasarlı qaldıraydın, mən olsa bura gəlirdim, gedirdim də. Bir ilin içində gəlib görəydim, deyərdim ki, atova deyin, atam bilir, deyir. Faktda mənim atam gəlib mənə evdə deməyib ki, mən torpaq satmışam ki, məsələn, özü sənədsiz torpaq necə satıla bilər? Yalnız bir yol var, çıxış yolu. Xanımlar və cənablar, layihənin aparıcısı Nuranə Gülər. Salam, xoş gördük sizin hər birinizi, dəyərli televiziya tamaşaçıları, əhval-ruhiyyəniz inanıram ki, yaxşıdır. Ekspertlərimiz necədirlər? Necəsiz? Yaxşısınız? Sağ olun, yaxşı. Çoxdan da görünmürsünüz. Hörmətli Anar müəllim, necəsiz? Yaxşı, sizi görəndə hər zaman əhval-ruhiyyəmiz daha gözəl olur. Allah hər zaman əhvalınızı gözəl eləsin. Siz necəsiz? Yaxşısınız? Çox sağ olun, çox yaxşı. Yəni belə bugün rəngarəng daha gözəl görünürsünüz. Təşəkkürümü bildirirəm. Əslində bir yaxşı xəbər almışam əziz tamaşaçılarımız. Bölüşəcəm o xəbəri sizinlə. Türkan qəsəbəsindəki bilirsiniz ki, 25 sot torpaqla bağlı bəli bizim çox planlarımız var. Yaxşı mənada planlarımız var. Çünki may ayının 22-sində Balağa dünyasını dəyişəndə o hələ bilmirdi ki, 16 yaşlı yeganə tək övladının başına onun ölümündən sonra 2-3 ay müddətində bax bu işlər gələcək və torpaq anidən 4 nəfər arasında 4 yerə bölünəcək və uşaq da, onun həyat yoldaşı da mağdur durumda, bax bu vəziyyətdə qalacaqlar. Ya belə deyim, nümayəndəliyə müraciət, bələdiyyə müraciət, daha sonra bizim çıxış yoluna müraciət. Yəni Balağanın bütün bunlardan xəbəri yox idi. Amma mən ötən verişlərimizdə də sizə demişdim ki, Balağa son anda, ölüm anında bu 25 sot torpaq kimindir, nədir, vəziyyət, o haqda məlumat verib. Mən bunu sizə açıqlayacağım, mən bunu bilirəm. Amma bugün bizim, əziz tamaşaçılarımız, Xəzər rayon icra hakimiyyətindən bir xəbərimiz gəldi. Xüsusi olaraq bax bu 25 sot torpaqla bağlı və birbaşa xəbərimiz Xəzər rayon icra hakimiyyətinin şəxsən özündən, Elşan müəllimin özündən gəlib xəbər. Verişimiz boyunca bu xəbəri sizə açıqlayacağım. Salam, hər vaxtınız xeyir olsun. İllər əvvəl mən çıxılmaz çarəsiz vəziyyətlərdə qalanda çıxış yoluna üz tutdum. Mənə əlinizdən gələn bütün köməkliyi göstərdiniz. Mən yenə çıxılmaz çarəsiz dərdlərə düşmüşəm. Yenə üzümü sizə tuturam. Əziz Nuranə xanım başda olmaqla çıxış yolu ailəsi. İmdadıma yetişin. İmdadıma yetişin, mən çox xahiş edirəm. Sizə Bir qadının imdadıma yetişin deməsi, görün insan nə həddədir ki, biri var doğmalarına, yaxınlarına deyəsən, biri var ki, heç tanımadığın insanlara deyəsən, imdadıma yetişin. Bəli, çünki xanımlar çox güclüdür. Azərbaycan xanımı çox güclüdür və bir Azərbaycan xanımı kömək istəyirsə, görün o hansı vəziyyətdədir ki, onu edir. Çünki Azərbaycan xanımlar arxasında həmişə Azərbaycan kişisidir, ona görə Azərbaycan xanımı. Bəli, güclüdürlər. Amma bütün ailələrdə bunu görmürük. Bütün ailələrdə bu belə deyil. Bəli, xanımın kömək istəməsi doğrudan da bir faciədir. Xanımın
çarəsiz qalması doğrudan da bir faciədir. Amma bir şey də qeyd etmək lazımdır ki, bəşərdə olan bütün pisliklər insan tərəfindəndir. Hardasa bir xanımın, bir bəyin, bir bəşərin fərqi yoxdur. Onun çarəsiz duruma düşməsində səbəbkar da özüdür. Bəzi hallarda. Belə düşünürəm. Hə, bəzi hallarda səbəbkar da özüdür. İndi biz mövzu uyğun bilmirəm, amma hər bir halda, yəni hər bir insan özü özündən cavabda idi. Öz seçimini özü seçir. İllər öncə idi, əziz tamaşaçılarımız, çıxış yolu verilişi bilirsiniz ki, 2016-cı ildən efirlərdədir. İllər öncə bizə Səlyandan Kür qırağı kəndlərimiz ki var, bax o kəndlərin birindən bir xanım müraciət etmişdi. Hətta müraciət etməzdən öncə bizə bir zəng gəlmişdi. Bizim dəyərli ekspertlərimizdən biri Savalan müəllim, Allah ona can sağlığı versin, bizə xəbər verdi ki, bir xanım özünə qəsd etməyə, belə deyim də, çalışıb və özünü kürə atmaq istəyirmiş. Və həmən anda polis əməkdaşları, insanlar xəbər veriblər, polis əməkdaşları xanımı yəni bu cəhdindən geri döndərə biliblər. Xanımla sonra biz tanış olduq. Tanış olduq, vəziyyəti ilə tanış olduq, ailə vəziyyəti ilə tanış olduq və sonra çıxış yolu ailəsi olaraq biz o xanıma, mən istəyirəm bunlar haqqında daha sonra o özü danışar, biz ona dəstək olmağa çalışdıq. Ailəni bir yerə toparlamağa çalışdıq. Yəni ailədə övladlar vardı, qadın və həyat yoldaşı bir yerə toparlamağa çalışdıq. Və bir neçə il sonra mən xəbər tutdum ki, ailə yaxşıdır, normaldır, bir yerdə yaşayırlar. Buna görə də çox sevindim. Amma biz bildiyimiz kimi deyilmiş. Biz bildiyimiz kimi deyilmiş. Sən demə, üzdə belə görülürmüş. Mən hətta o ailənin çox xoşbəxt şəkillərini də görürdüm. Görürdüm və sevinirdim. Sən demə, belə deyilmiş. Birazdan bu haqda biləcəyik. Səlyandan olan bizim qonağımız birazdan studiyamızda olacaq, əziz tamaşaçılarımız və bu günlər sosial şəbəkələrdə çoxlarımızın qarşısına çıxan 13 yaşlı bir qız uşağı ilə bağlı istəyirəm bizim ekspertlərimizin də rəyini alam. Bir qaraçı qızı haqqında hər kəs öz fikrini, hər kəs öz rəyini bildirir. Demək, bu qaraçı qızını ilk olaraq Nail Kəmərli görüb, tanıyıb və onu, belə deyim, danışdırıb ailə vəziyyəti haqqında, özünün yaşı haqqında. Məsələn, o danışanda söyləyir ki, mənim 13 yaşım var. Çoxları dedilər ki, yox, onun 13 yaşı yoxdur, biri dedi 17 yaşı var. Amma qız özü deyir 13 yaşım var. Daha sonra onu Nail Kəmərli, belə deyim, bir şəhərdə yerləşən salonların birinə apardı və orada qızın saçını kəsdilər, bir balaca bəzək-düzək verdilər və bu böyük bir sensasiyaya səbəb oldu və hər kəs bu haqda öz fikrini söylüyor. Sizin fikrinizi bilmək istəyirəm. Xoş gördün Nuranə xanım. Xoş gördük. Bu haqda mən də sosial şəbəkədə oxudum və öz fikirlərimi bildirdim müəyyən saytlar. Bu da əslində doğru deyil. Əgər izlədiksə, diqqətlə görərik ki, gözəllik salonuna aparılıb, manikür, pedikür, saç filan rənglənib. Yəni, bilirsiniz, biz hər nə efirdə göstərilirsə, hər nəyi PR eləyiriksə, bu cəmiyyətə yansınır və təhtərşura istəsəydi, istəməsəydi təhtərşura yeriyir. 13 yaşında bir qız, ay belə gözəldir, belə. Birincisi, insan həmişə deyirik, danışanda deyirik ki, daxili gözəlliyi, sonra deyirik ki, uşaqların müdafiəsi, uşaqların hər kəs müdafiə edir, uşaqların oxumaq, təhsil almaq hüquqları var. Amma burada biz görürük ki, 13 yaşında qız, ay belə gözəldir, ay elə gözəldir, bunun xarici görünüşünə, bunun qadınlığına, cinsəlliyinə üstünlük verilir və kim olur olsun onu PR etdiyi zaman biz
biz bir qızın özü bu dövrdə bilirik ki, bu gün cəmiyyətdə yeniyetmələr arasında ən çox yayılan bir şeylər var ki, təhsildən yayınma var, elektron siqaretə, qəlyana meyilliyi var, uşaqlar arasında müəyyən asılı maddələrə meyilliyi var. Bu dövrdə biz daha ciddi şəkildə təhsilə meyil etməliyik və o qızı elə gözəllik salonu gəzdirincə onu araşdırmaq lazım olardı ki, niyə təhsildən uzaqdır, niyə küçədədir? Yəni bir qıza nə verə bilərik biz onun gələcəyi üçün? Demək, bunlar hamısı oyun imişdi da. Yəni məntiqlə baxanda bunlar hamısı oyun imiş ki, bir PR olsun, bir reklam olsun. İndi yenə bir TikTok səhifəsi. Təbii ki, oyunda bir TikTok səhifəsi açacaq və orada başlayacaqlar. Yəni onda belə çıxır ki, Nail Kəmərlinin oyunudur. Yox, mən bu qızı İstəyir Nail illərdir Kəmərlinin tanıyıram. oyunu olsun, istəyir o qızın oyunu olsun, fərqi yoxdur. Fərqan xanım, bu qız illərdir bacısı ilə bir yerdə, mən bunu Sonra bir görmüşəm, bacısı tanıyıram. da çıxdı. Tarkov deyilən bir yerdə gül satırlar. Və yaşı da dediyimiz kimi deyil. Amma bunu bu gün biz təbliğat eləməyimiz. O gələn nəsil var ha, gələn nəsli bu bitlərə, bu hala gətirib çıxarmağa təbliğat edirik. Biz yaxşı pis yazmaqla var ha. Biz onlara yaxşı pis yazmaqla, onlar daha da gündəmə gəlirlər. Vallahi billahi gündəmə gəlirlər. Onlar Tarkov deyilən yerdə gül satmaqla məşğullar. Bu xanımın bir bacısı da var. Adam gül satırsa əgər o hansı pis işlə məşğul olur ki, deyə bilərsiniz. Gül satmanın pis işlə deyil. Bir blogerin qabağına çıxırsa ona kömək. Pis vərdişlərə sövq olmuşdu. Nail Kəmərlinin də o xanımı tapıb o pis vərdişlərdən qurtarmaq idi səbəb. O artıq pis vərdişlərə məşğuldur biz. Yox, onun pis vərdişlərə məşğul da olub-olmağını bilə bilmərik biz onun. Biz kamera önündə nədirsə onu danışırıq. Amma kameradan arxasında nədir onu biz bilmirik. O çəkilişləri var da, o baxsaz o özü orada boynuna alır ki, o hansısa bir nə bilim kiminəsə tanış olur, o ona nələrsə vadər edir. Yox, qız deyir ki, mənə nəsə qəbul edir, nə bilim o belə getdi, bu belə. Ən azından Fərqan xanım o qəbul eləməsə də belə. O bu yaşında o deyilən o patı, matolan adın bilirsə, o siz nə deməkdir? O elə özü sos deməkdir. Razıyam sizdən. Ona görə də deyirəm ki, belə şey. Adama bunu əgər uşağa bunu təhrik eləyiblərsə, uşağa əgər az yaşında erkən nigaha sövq eləyiblərsə, daha sonra ona pis vərdişlərə aludə olması üçün təhrik ediblərsə, onun da günahı var. Bəs yaxşı, biz nə veririk o uşağa? Qız böyük qız, atası ilə anası ilə qalır. Bu qız tək qalır, bir çöllərdə qalır. Yaxşı, bu ata-ana niyə buna sahib durmur? Əslində bir hadisə var ki, çox təəssüf edirəm ki, bəzi ekspertlərdə də bu var və bir çox tiktokerlərdə bu var ki, analiz qabiliyyətləri yoxdur. Onlar yalnız görüntüyə baxırlar, ya like-a baxırlar, ya baxış sayına baxırlar. Nə olursa olsun versin, tək ki like qazansın, tək ki baxış sayı qazansın. Qüvvət olaraq, çünki bu dəqiqə TikTokda bir yaxşı təhsillə bağlı, yaxşı bir nə bilim insani keyfiyyətlərlə bağlı nəsə paylaşılsa, ona rəy çox gəlməyəcək. Nəyin ki, misal üçün demək olar ki, bu videolara çox gələcək. Ona görə də yönlənməni düzləyirsiniz. Buyurun. Analiz qabiliyyəti yoxdur. Məsələn, bəli, mən indi o qardaşı belə şifahi tanıyıram, təbii ki. İndi məqsədi onu belə deyək də, bir növ maarifləndirmə, bir növ onu ictimaiyyətə tanıtmaq, bəlkə fikri ümidvaram ki, o olub. Amma o video görüntüyə baxanda, yəni bir yeniyetmə qızı o cürlə, məsələn, mən görməmişdim əslində, bir danışırdıq, indi də görürəm efirdə. Yəni bir yeniyetmə qızı bu tipdə çəkib cəmiyyətə təqdim etmək, bu artıq mən tərəfindən şəxsən özüm tərəfindən qəbul olunmaz bir görüntüdür. Yəni bir qızı, bir yeniyetmə, bəli gözəl ola bilər, bir xanım çox gözəl buyur ki. Yox, o çəkilişdə siz bilmirəm, bəlkə mən səhv anlayıram. O çəkilişdə siz yanlış nə görürsünüz? Qız soyunmuş vəziyyətdə deyil. Xanım, baxın, Nurane xanım. Çox üzr istəyirəm, əziz tamaşaçılarımız. Hansı çəkilişdən gedir söhbət Nurane xanım? Deyil, qız. Mən fikrimi izah edirəm. Qızın gözündə hətta əgər bərbəzəkdən söhbət gedirsə, makiyajdan söhbət gedirsə, qızın gözündə makiyaj da yoxdur. Dodaqlarından söhbət gedirsə, uşağın dodaqları özü iridir. Baxın, mən nə demək istəyirəm? Yox, siz deyirsiniz ki, bu şəkildə bizə, orada nə var? Gödəkçə var da əynində də, nə var əynində? Fəlsəfəsini deyim. Gecə klubunda mı çəkilib o videolar? Nail Kəmərlinin maşınında əyləşib də bu qız. Bilirəm,
bəzi hadisələr var ki, fəlsəfəçilər bunu belə çıxış eləyirlər. Yaxşı, onu Çox məşhurlaşdıran açıq nə oldu bilirsən. Nurhan xanım? Niyə məşhurlaşdırdı? Baxın, bəzi işlər var ki, sən istəyirsən yaxşılıq eləyəsən, bir dənə yaxşılıq eləyirsən, amma 1000 dənə göz çıxardırsan. Bəzi iş var ki, 2 yaxşılıq eləmək istəyirsən, o yaxşılığı bərbad edirsən. Niyyət xoşdur. İndi bu qardaşımız hansınla eləyir? Niyyət xoşdur. Sadəcə görüntü baxımından elə bir görüntü etmək lazımdır ki, digər yeniyetmələr ona baxıb onun kimi tərzdə yaşamasınlar, onun kimi tərzdə iştirak Əziz etməsinlər. qardaşım, bu gün Bax, Nurhan xanım, mənim də dediyim bu idi. Bəli, mən Hacının sözünü tam dəstəkləyirəm. Mən yeniyetmələrə başqa yolu göstərməkdir. Yeniyetmələrə, yəni ki, belə gözü olan az yeniyetmə var. Bəllim yanına. Onlar tam uşaqdan gözəl olur. Niyə Gözəl, məhz deyirsiniz ki, birinci aparatı gözəllik salonuna gedir? psixoloqa. Niyə məhz birinci gözəllik salonuna gedir? Ona görə Onu aparıcı- aparmasın. Əyin İki başını ayda geyindirsin, çimdirmiş aparsın adam. bir başqa cürlə. Onun üstündə hamı aparmış Nurhan xanım. Salonda onu Salona çimizdirirlər. aparın, Şükür. Nurayna saçını xanım. yığsınlar Biz da. başqa şey danışırıq. Nurayna xanım, Hə. bir pedaqoq kimi Ay, bir şey Aydın xan demək mənim. istəyərdim ki, Aparın ki, saçını yusunlar da. Burada nə var ki? Nurayna xanım. Psixoloqun yanına aparmalıydı. Belə deyim də, bir ay siz çimməsəniz, siz necə... Əlbəttə birinci o küçədə əgər böyüyüb gül satır, ya nə edirsə küçədə dediyinizə görə, əlbəttə birinci onun beynini təmizləmək lazım idi. Əyin başı ilə bir yerdə. Amma biz niyə imini gözəlliyə qaçırıq? Onu cəmiyyətə çəkib gözəllik kimi təqdim Yaxşı, edirik. hörmətli ekspertlərimiz, mənə cavab verin görüm. Siz neçə nəfərsiniz burada? 5 nəfər burada, 2 nəfər də bu. 7 nəfərsiniz. Küçədən gördüyünüz hansı bir uşağı, küçədəki uşağı əlindən tutub nə vaxt psixoloqa getmisiniz? Mən deyim. Nə mən vaxt deyə uşağı bilərəm. götürüb küçədən aparmısınız ki, gəl ay uşaq, biz gedirik özə sənin təhsilindən Mənim gedirmək. getməyimə bilərəm. ehtiyac yoxdur. Mən Mən psixoloqdan da çox bilirəm. Ona görə özüm maarifləndirirəm. Mənim əslində biraz desəm də psixoloq necə təlimlərində iştirakım olub, amma həqiqətən olub çünki mən bir tədris mərkəzində işləyirəm və bir tələbəmiz gəlib və mən görmüşəm ki, valideyn hiss etmir, amma tələbədə psixoloji durumları yəni bərbad bir vəziyyətdədir və mən ilk öncə valideynə dedim onu psixoloqa apar, dedi ki, yox, mənim uşağımda problem yoxdur, amma mən müəllim adı ilə psixoloq çağıraraq həmin o uşaqla məşğul olduq. Siz valideyni tanıyırsınız, siz küçədən tutub aparmalısınız ki. Baxın, Mən küçədən deyirəm, bu uşaq- küçədəki, məsəl üçün dilənən bir uşaqlar ki var, onun hansını siz maşınınızın qapısını açıb, Onların hansı əyləşdirib, gəlirmi ki? O indi o uşaq, o qız. Nail çəkici, onlar öz başına deyirlər. Onların hamısında yetərincə internatlardan Nurayna uşaqlar xanım. götürmüşük, gətirmişik. Hansı sənətə maraqları var? Şəxsən mən öz Bir şey payıma bunu demək eləmişəm. bugün Hansı sənətə maraqları var, onu elətdirmişəm. İnternat evlərindən. Amma belə küçələrdə... İnternat Gedin, evi də bir artıq dəqiqə, bir dəqiqə. dövlətin himayəsindədir. Gəlin gedək, Bir şey gəlin demək gedək, sosial istəyirəm. bir çəkiliş edək. Rafik müəllim. Siz çəkin kənarda. Baxın görək bu qızlara yaxın durmaq olur. Bu qızlar heç özləri gəlirlərmi? Mən onda siz nə desəz mən razıyam. O qızların, o qız illərdir onu Nail Kəmərli də çoxdan görür, hamı görür, olar. Mən 2 ildir görürəm mən bir onu. şey demək Uzun istəyirəm. illərdir oradadılar o Deyirsiniz qızlar. küçədən tutub aparmaq. Bugün bəzi valideynlər var ki, 21 ildir müəllimə işləyirəm. Uşağın problemini deyəndə o uşağı qəbul eləmir. Sorunların qəbul eləmir ki, mənim uşağım mükəmməldir. Onu həqiqətən bu indi belədir də. Mənim uşağımda problem yoxdur başqa müəllimə. mövzudur. Amma mən Türkan buna xanım, qayıtmaq siz bu istəyirəm. qızdan danışırıq, Mən bu qıza uşağın qayıtmaq valideynin istəyirəm. uşaq haqqında dediyi Bir fikirdən həftədir danışmırıq ki. sosial verilişlərdə bu qızı göstərirlər. Çox gözəl qızdır. Biz ona söz deyə bilmərik, Sosial amma çox şəbəkədə, verilişdə bəli, sosial şəbəkələrdə üzr istəyirəm. Çox pis oldum nəyə görə? Onun düzdür, gözəlliyi, dodaqları, vidi, fason, o bizə lazım deyildi. Bu günlər onun təhsil Bəli, onun təsiri. Nail bəy çox böyük işlər görüb o öz yerində. Amma bu Nail günləri bəy düz hərəkət edib yoxsa yanlış hərəkət edib? bəyənmədim. Bugün Niyə? Nail Qoy deyim. Naillə mənim heç bir belə deyim yaxın Bu tanışlığım qızın yoxdur. əslində öz canında olsaydı, gedərdi oxumağa. Bu öz canında deyil. Şəxsən o mən o verilişə bütöv baxmışam. Onun danışığı, onun hərəkətləri, üzr istəyirəm, simiçka çırtdıya onu da o Küçədə böyüyüb də adam. olsun, canında böyüdü, onu çəkib olmalıdır. camaata İnsanın göstərmək böyüklə olmaz. danışmağı canında olmalıdır. O qədər atasız, anasız uşaqlar, o qədər mədəni, o qədər qabiliyyətli. İndi iki gün bundan qabaq oğurluqları görsəndi. Məşhur olan kimi nə yaxşı səhərsi bunların oğurluq eləmək lentləri sıracı yayıldı. Bəli. Əgər belə sözüzdür. İllərdir gül satmaqları niyə təbliğ eləmədi cəmaət? Həmin cəmaət idi də. Yaxşı Reklamlara ayrılaq, əziz Deməli- tamaşaçılarımız. Reklamlardan sonra bu barədə müzakirələrimizi davam etdirəcəyik.
Qayıdırıq yenə müzakirəmizə, əziz tamaşaçılarımız. Deməli, sosial şəbəkədə bir kişi gördüm. Bir hardasa 50 yaşı olardı. Deyir ki, bu 13 yaşında qızı Nail Kəmərli salona aparırdısa, orada deyir onun başına bant vurmalıydılar və hörük örməliydilər. Bilmirəm o kişinin indi qızı var yoxsa yox. Hansımız evdə 13 yaşında, 14 yaşında qızımızın başına bant vurub hörük örə bilirik? Səmimi olaq da. Sadəcə səmimi olaraq o kişinin bilmirəm də, yəni amma o düz deyir, nəyi düz deyir? Çünki 13 yaşında, əgər 13 yaşında bir qızsa, onu salona aparmalı deyildilər. Onun o nə bilim dəyişimini də etmək lazım deyildilər. O ona görə, yəni necə deyirlər, o dırnaq məcazi mənada deyir ki, ona hörük eləmək lazım idi. Belə ola bilərdi. Mənim sizin hər birinizə hörmətim var. Amma siz ya nəyisə qarışdırırsınız, ya da ki, biraz geniş, əhatəli düşünmürsünüz. Tənbəllik tutub sizi nədir bilmirəm. Özü mənə də elə bir pis adamın yanında saxlamışsınız, mən də heç danışmaq istəmirəm də, bilirsiniz. Mənfi enerji gəlir sizə. Aurası bayaqdan məni vurur. Baxın, bütün dünyada qaraçı mədəniyyəti deyilən bir mədəniyyət var. Subkultural sayılır. Düzdür, xalqın böyük mədəniyyəti var. O mədəniyyətdə qəbul olunmuş bir çox dəyərlər var ki, bizim çox qəribə görsənə bilər. Necə ki, Afrikada yarı çılpaq rəqs edirlər, və toxunulmur onların mədəniyyətinə. Qaraçılara da toxunma olmaz. Bu adam etnik cəhətdən qaraçı Azərbaycan vətəndaşıdır. Bunun küçədə yaşaması, bacısı ilə gül satması, dilənməsi və s. pul istəməsi normal haldır. Bu normal qəbul olunur. Bunun hətta 9 yaşlı, 8 yaşlı nə qədər qaraçı vətəndaşlarımız var ki, hər dəfə bizimkilər polis götürür, aparır, göndərir müəyyən rayonlara, kompakt halda yaşadıqları. Söhbət bu qaraçı qızın gözəlliyindən, onu gözəllik salonuna aparmağından getmir. Nail Kəmərli özü də bilə-bilə ya bilməyə-bilməyə ictimaiyyətə sosial mesajlar ötürüb. Mesajlardan biri odur ki, saat 1-də, 2-də, 3-də, 4-də durun, blokun ağzına baxın, görün sizin yeniyetmə qızlar hansı oğlanlardan, nə oqqalardan çıxır. Bir çox qızlarımız var, gizlədə bilmərik. Əgər inanmırsınızsa, təhlükəsizlik kameraları var, açın baxın təhlükəsizlik kameralarında. Nə qədər yeniyetmə qızlarımız küçələrdə motosikletlə gedirlər, neçəsi motosikletdə öldü və s. və ilə axır. Və hətta başlarında kaska olmaya motosikletdən istifadə edirlər. Qaraçı qızı bu nəyə gözəldir? Sifətinə baxın, adam xəstədir. Görsənir də, bədən dilindən də görsənir. Siz onu saxlamısınız, ictimai və sosial, mədəni tərəfləri, etnik tərəflərini saxlamışıq. Biz keçirik əsas məsələ ki, qızı niyə gözəllik salına? Qaraçı xanımları oxumurlar. Bilirsiniz ki, bir dəqiqə. Biz onun üzərinə mesaj veririk. Siz 4 dəfə onun üzərinə mesaj veririk. Mesaj belədir ki, Aydın müəllim, valla biz də siz deyənləri deyirik. Biz də eyni şey deyirik. O xanımın təhsilə getməməsi normaldır. Qaraçı mədəniyyətində Biz siz deyirik ki, biz əksinə bu yolu təbliğ edirik. Biz də deyirik ki, SSR bunları dəyişə onun üzərinə mesaj Hətta biz onları mədəniyyətin dəyişmək, təriqətlərin dəyişmək ilk gözəl seriallardan biri də deməli ORT-dən də o vaxt Rusiyanın birinci kanalında qaraçılar haqqında oldu. Qvadalupə neydi adı? Budullayın qayıtması. Vazvrasheniya Budulay. Sevə-sevə hamı da baxırdı. Hətta Stalin repressiyalar belə qaraçıları dəyişə bilmədi. Sözümün canı nədir? Yəni bunu qoyaq qırağa. Biz bunu dəyişməyə gəlməmişik. Aydın müəllim. Biraz mən sizə dedim axı, hörmətli ekspertlər, biraz geniş düşünün. Mənim dediklərimi düşünün. Mesaj, xüsusən də Rafiq müəllimlə, Rahim müəllimə ki, indi şəhid tədbirinə gəlirlər. Sizə təşəkkür edirəm, minnətdaram ictimai fəal olaraq. Mesaj nədir? Mesaj odur ki, bizim yeniyetmə qızlarla bağlı çox böyük problemlərimiz var. O problemləri dövlət görsə də, dövlət maarifləndirsə də, məktəblərdə, televiziyalarda spirtli içkilər və digər sizin dediyiniz vasitələr qadağan edilsə də, hətta supermarketdə bilirsiniz ki, bir çox məhsullar arxa planda satılma ilə bağlı qanunverici dəyişilib. Qida Agentliyi ayrıca düşüb, Daxili İşlər Nazirliyi digər. Amma təəssüflə olsun ki, alt qatda, yəni cəmiyyətin aşağı təbəqəsi, orta təbəqəsində bərbad haldadır vəziyyət. Keç-gedə bərbadlaşır. Biz bütün qız uşaqların yanında ailələrdə polis qoya bilmərik. Polisin en sayda işi, gücü var. Hər birinizdə kartda pul atıblar, hər birinizdə hipertələdüzlülər var. Hər birimizin də olmasa, böyük əksəriyyətimizin evində virtual qumarla bağlı problemlər var. Məsələ ondadır ki, saxta profillərin qurbanı oluruq hamımız. Saxta profillər, təzyiqlər, virtual bullyinglə və s. Sadəcə bu veriliş çox gözəl sosial mesajlar ötürür. Bizim
yaxın gələcəkdə çox böyük demoqrafik problemlərimiz olacaq. Siz bilirsiniz ki, mən əhalinin artımı ilə bağlı kəskin fikirlərimi söyləmişəm. Amma indi deyirəm ki, bizim demoqrafik problemlərimiz var. Biz sevinə-sevinə deyirik ki, Azərbaycan qadınları 8 uşaq mənim anam kimi dünyaya gətirir, 5 uşaq dünyaya gətirir, düzdürmü? 6 uşaq dünyaya gətirən qadınların problemlərini biz həll edirik burada. Bəli. Onlar hətta problemli olur, çünki müəyyən sosial məişət problemləri var. Məsələ ondadır ki, sözümün canı nə idi? Bu ölkədə, bizim ölkədə bir qadın 1,1 uşaq dünyaya gətirir və uşaqların da böyük əksəriyyəti artıq pis işlərin dalınca düşüb. Bax, mesaj budur. Bunun haqqında danışaq ki, necə eləyək bunlara? Siz o mesajdan danışırsınız. Fərqanə xanım eləyir, mənə bir söz dedi. Siz bunu biraz necədir? Biz kəstirmə dediyimiz sözü siz biraz belə getirdiniz. Vallahi Hazır mən dediyim də eyni şeydir ki, biz bunun təbliğatı bu idi ki, bir dəqiqə üzrə Fərqanə xanım, biz də o mesajı demək istəyirik ki, əksinə bu sosdur. Yəni ki, uşaqlara bu yolun təbliğatıdır. Biz demirik uşaq gül satmağından, yağınsa yolundan çirgənsin. Başa düşürük. Biz deyirik ki, 16 yaşında, 16 yaşında, 17 yaşında, tutaq ki 13 yaşı var. 13 yaşında uşağın salonda nə işi var? Bir Nurani xanımdan çinməyə gelir. 13 yaşında uşağın salonda nə işi var? Qaraçı mədəniyyətində 11 yaşından qız uşağının ərə getməsi və sonra da öz ərini saxlaması ilə bağlı dəyərlər var. Biz onu poza bilmirik. Biz qadağan edə bilmirik. Haydi xanım, biz Qaraçı mədəniyyətindən danışmır. Deyir ki, bu Qaraçı. Rafiq müəllim, Nail kəməri düz eləyib, səhv eləyib. Yox, mən onu hansısa pis yoldan düz yola gətirməyinə düz eləyib. Amma Nail kəməri ümumi. Sizin xoşunuza gəlməyən nə eləyib? Mən xoşuma gəlməyən bir gün odur ki, bu bir bu uşağı göstərməklə biz elə ki bunu birimiz oradan A yazdıq, birimiz oradan B yazdıq. Rafiq müəllim, səhv edib, onu deyin mənə. O uşaq oraya getməli deyildi. Hara aparmalıydı? Hara aparmalıydı? Elə aparardı o kollektiv ki, yığmış deyil başına. Hamısını aparardı psixoloji bir mərkəzə ki, bunlar bu cür, o 13 yaşında uşağın ilə psixoloji mərkəzdə apardı, gecə də orada qala bilmir. 10 dəqiqənin içində neyə gedilər ki? Əksinə salondan bəzəlib çıxdılar, gör nə oldu ki, getdilər oğurluq eləməyə də. Deməli, bu düz yola yönətmək lazımdır. Bizim məqsədimiz ki, söhbət Qaraçıdan getmir Aydı xan müəllim. Söhbət ondan gedir ki, biz gənclərə yol göstərmək üçün, əgər birinci yol nə idi? Gözəllik salonundan yol göstəririk biz onu. Biz aparmalıyıq, geyimi təzələməliydik. Bir əlinizi siləhmişsizə ki, toylarda, hətta yaşların özündə belə, məktəblərdə, ali məktəblərdə, balaca yaşlı, az yaşlı, yeniyetmə qızların manikür eləməyi, hətta bədən şəkilləri dəyişdirməsi görməmisiniz ki? Görmüşük, bizim də Nail bunu obrazı gətirib deyir ki, baxın, mən bunu gətirdim, düzdür. Obrazlı ifadədə film fason. Gətirdim, göstərdim və deyirəm ki, ay insanlar, ay ekspertlər, hörmətli ekspertlər, vizyonunuzu bunun üstünə gətirin ki, niyə biz belə edirik? Nə baş verir? Biz kəsəklikdik, amma siz onu... Minlərlə qadın çəkir. Minlərlə qadın çəkir, hansı ki, reabilitasiya mərkəzində yerləşdir. Niyə o qadınlar? Bax, Nail ondan qabaq 2 bacını çəkmişdi. Hansı ki, model olmuşdu, narkoman ilə aparıb yerləşdirmişdi, reabilitasiya. Amma bu qızların bir gün çəkilməyinə bu qızlar partlatdılar. O partlatmalarla bu günkü sosial şəbəkələrdə. Çünki niyə? Onları yayımlayan, partladan kim oldu? Bu camiyə oldu da. Bu millət oldu. Necə oldu ki, onlar məşhurlaşdı? Əziz tamaşaçılarımız, hörmətli ekspertlərimiz məsələyə qayıdarıq yenə və əziz tamaşaçılarımız, bizim Xaçmazdakı 6 uşaqlı ailəmizdən xəbər var. 6 uşaqlı ailəmizlə bağlı bilirsiniz ki, onlara bizim dəyərli dostlarımız, gözəl ekspertlərimiz hədiyyələr gətirirlər. Çox təşəkkür edirəm onlara, var olsunlar, minnətdaram sizə. Hətta bu ailəyə hədiyyə gətirən bir çox ekspertlərimiz var ki, adlarının belə çəkilməsini istəmədilər. Çox minnətdaram sizə. Mən bilirəm sizin adınızı, bir Allah bilir, bir də siz özünüz bilirsiniz. Allah sizi qorusun, təşəkkür edirəm. Və hədiyyələrin bir qismini artıq biz Xaçmaza göndərmişik. Sleepy Baby'dən hədiyyələr gəlib. Bu qutunu biz, bir neçə qutunu göndərəcəyik deməli Xaçmaza, bizim 6 uşaqlı ailəmizə.
Hər kəsi salamlayıram. Başda Nuranə xanım olmaq şərti ilə. Ay Allah, necə də gözəl yumşaqdır. Necə də qəşəng, yumşaqdır. Çox sağ olsun Silivri, minnətdarlığımı bildirirəm. Allah razı olsun. Təşəkkürümü bildirirəm. Başda Nuranə xanım olmaqla Silivri Bebiyə təşəkkürümü bildirirəm. Allah hamıdan razı olsun. Çox sağ olsun. Silivri Bebi, anaların seçimi. Ayın 24-də inşallah biz rəsmi olaraq nigah şəhadətnaməmizi də alırıq və uşaqların təhsili ilə bağlı da sizə xeyir xəbərlərimiz olacaq. Bizim dəyərli ekspertimiz Vəfa xanıma biz bu işləri tapşırmışıq. Vəfa xanım da sevə-sevə bu işlə məşğuldur. Bu sevə-sevə mən bu işlə məşğulam və mən o 3 dənə uşağı Hələ demir. Demirəm, heç şey demirəm. Sürprizim var. Çox qəşəng bir sürpriz olacaq. Əla əziz tamaşaçılarımız, əsas odur ki, ailənin başçısı atanın işlə təmin olunmasını biz xahiş etmişik. Mən yenə də xahiş edirəm Xaçmaz rayon icra hakimiyyətindən, icra hakimiyyətinin bütün əməkdaşlarından bu ailəyə dəstək olmaq üçün yalnız belə deyim, pay, hədiyyə, pul, paket bunlar deyil. Biz ailə başçısını işlə təmin etməliyik. Bax, mən bunu sizdən xahiş etmişəm. Yəqin ki, xeyir xəbərlər gələcək. Belə, Səlyandan bizə müraciət edən və imdadla bizə müraciət edən xanım, əziz tamaşaçılarımız, illər öncə də bizə müraciət etmişdi və bugün də bizə müraciət edib. Salam, hər vaxtınız xeyir olsun. İllər əvvəl mən çıxılmaz çarəsiz vəziyyətlərdə qalanda çıxış yoluna üst tutdum. Mənə əlinizdən gələn bütün köməkliyi göstərdiniz. Mən yenə çıxılmaz çarəsiz dərdlərə düşmüşəm. Yenə üzümü sizə tuturam. Əziz Nuranə xanım başda olmaqla çıxış yolu ailəsi. İmdadıma yetişin. İmdadıma yetişin. Mən çox xahiş edirəm. Sizə də. Cəmalə yoxsa Səkinə? Mən səni Cəmalə tanıyıram. Sənətli Səkinədir, salamlayıram. İndi gəlmişsiniz özdə Səlyandan. Bəli. Onda sizin 2 adınız var da. Biz o vaxt çıxış yolunda sizə Cəmalə deyə müraciət eləyirdik. Səkinə xanım. Sənətlərdə Səkinədir. Xoş gəldin bacım. Xoş gördük. Bir illər sonra yenə görüşdük. Niyə, nə oldu? Niyə vəziyyət yenə belə həddə gəlib çatıb? Həmişə başım bəlaya girəndə sizi çağırıram. Adətən ana, bacı, məndə bacı olmadığına görə indi dosta etibar eləmək olmur. Məcburam ki, vaxtında mən köməklik elə düz. Yenə istəyirəm o köməklik eləyəsiniz. Buyur, buyur əzizim, buyur. Yadımdadır o illər sən elə vəziyyətə gəlmişdin ki, Qatıb gəlmişdim, hətta bəli. özünə qəsd eləmək Yenə də həmən vəziyyət oldu. Yenə də polislər çıxartdı. Yenə olub o vəziyyət? Yenə, bəli. Bəli. Çünki 10 il idi süpürgəçi işləyirdim Səlyanda. Atdılar dost iş MMC-yə bağlanıb 10 il küçə süpürürdüm. Çıxartdılar, atdılar mənə işdən. Halbuki 3 uşaqla həyat yoldaşım da həbsdədir. 3 ildir. Səkidə özün haqqında bir əvvəldən danış, qızım. Özün haqqında danış ki, ekspertlərimiz də səni tanısınlar, hər kəs səni tanısın, vəziyyətini bilsin. İllər öncə bizə müraciət edəndə niyə müraciət etmişdin, vəziyyət necə idi? Əvvəl uşaqlarım, evim yanmışdı, 4 uşaqla qalmışdım küçələrdə. 2016-2017-ci ildir. Evsizliyə görə problem yaşandım. Onda da bir attım özümü kürəkə, bəlkə uşaqlarım
Gəl sağ olsun, Nuranə xanım onda da mənə köməklik edir. Özünü kür atmış deyə. Yox, siz necə özünü kür atmaqla o uşaqları düşünməyərəkdən onu necə eləyə bilirsiniz? Bir evlad sizin himayənizdədir. Mikrofonla danışın Çox da. bir dəqiqə üzr istəyirəm. Bir, iki, üç evladınız var. 4 evlad. 4 evladınız var. Bu başqa bir problemdir. Yəni 4 evlad. Əgər bir ananın gücü çatmırsa bir uşaq saxlamağa 4 uşaq niyə və 4 uşağın günahı nədir ki, özünüzü atırsınız? Niyə atırsınız? 4 uşağı necə qoyub gedə bilirsiniz? Kimə etibar edib gedirsiniz? Özünüz də deyirsiniz ki, bu dünyada heç kəsə etibar yoxdur. Belə ondan sonra ölməyə yaxşıdır. Aydındır ki, Mən bu çox üzr xanım istəyirəm. Siz öləndən sonra bəs o uşaq utanmayacaq anasız qalmağından. Siz elə danışırsınız ki, yox düzdür, o da yaxşı danışıq deyil. Bacım, o xeyr. Mən o inanın, indi həcə burdadır, həcə insan özünə qəsd eləmə özü bir günahdır. Əlbəttə ki, bu buradan məlumdur ki, Nuranə xanım, bu xanımın demək ki, iradəsi zəifdir, düşüncəsi zəifdir. Yəni zəif bir insandır ki, əgər bir insan intihara cəhd edirsə, o deməkdir ki, bunun düşüncəsi çox zəif bir insandır. İndi psixoloqumuz sağ olsun da ayağını üstə qoyub otursa da, amma yenə də mən ümid edirəm ki, sizə yəni köməklik elə bilər, dəstəklik elə bilər. Yəni mütləq şəkildə psixoloqun oturuşu sizin xoşunuza əlbəttə ki, gəlmədi. mən xoşuna gəlmədi, yox Nuran xanım. Mən məsəl üçün belə şeylərin hər keçən dəfə də biz burada yenə eyni və söhbət yaranmışdı. İndi bir mövzunu qoyub başqa mövzuya gedirik. Yəni mənim üçün, mənim öz fikrimə qalsa milyonların qarşısında ayağını üstə qoyub televiziyada oturmaq, bu mənim üçün yəni siz gülürsüz, indi baxın da. Ayağını üstə qoyub milyonların qarşısında oturmaq bu yaxşı bir şey deyil, axı Nuran xanım. Çünki burada bizə ağsaqqallar da baxır, özümüzdən yaşlı olan böyük insanlar da baxır. Mənim düşüncəmcə, mənim yəni tərbiyəmcə bu düzgün deyil. Hətta deyirsiniz ki, bu tərbiyəcə nə düzgün Mən deyil. deyirəm xanıma və xanım gülür, mənim sözümə gülür və reaksiyası budur. Yəni bu heç bir şey deyəcəm, mən burada oturmağımın min yubka geyməmişəm. Yəni ətək deyirlər, ətək geyməmişəm. Məsələ açıq-saçıq geymək deyil. Ümumiyyətcə ayağını üstə qoyub milyonların qarşısında oturmaq bu hörmətsizlikdir. Yəni dünya lider xanımlarına baxın. Dünya birinci xanımlarına baxın. Bütün dünya birinci xanımlar. Bizim öz milli mənəvi dəyərimiz var və onu qorumalıyıq. Biz dünyadan danışmırıq. Biz özümüzün şükür Allaha bugünkü gündə ən yaxşı ədəb ərkan da bizdə qalıb, qanacaq da bizdə qalıb, mədəniyyət də bizdə qalıbdır. Biz dünyadan danışırıq, biz özümüzdən danışırıq. Siz nə danışırsınız? Heç yeridir. Mən sizin üzbəyiz oturmam. Heç yeridir. Üzbəüz oturmaq bir məsələ deyil ki, üzbəüz görün. Belə də görə bilirəm də sizi baxanda. Gəlin, əslində Anar bəy dedi ki, Səkinə xanıma psixoloji kömək lazımdır. Düşünürəm ki, Fərqanə xanım o kömək edəcək. Amma gəlin bir şey deyək də. Amma mən ekspertlərimizin arasında belə bir insidentin yaşanmasını heç bəyənmədim. Əslində Ekspertlər də insandır da, ola bilər. Kimisə sözü o birinin boğazından keçməyə bilər, normal qəbul olunmalıdır. Bu mənim Anam mənim çox aqressivdir bugün, bilmirəm. Yox, mən aqressiv deyiləm. Tıxaca düşüb, ya nə olub, nə baş verir? Sadəcə olaraq mən öz fikrimi bildirdim ki, yəni milyonların qarşısında ayağını üstə qoyub oturmaq bu valla hörmətsizlikdir. İndi siz belə qoymusunuzsa mən dedim öz işimizdir. Yəni Anar bəy demək istəyir ki, əgər psixoloq ayağının üstünə aşırıb əyləşibsə, o Səkinə xanıma nə kömək edə bilər? Fikir bildirəcək, onu demək istəyirdi də. Ayağını üstə Siz də indi deyirsiniz ki, onun nə dəxli var da, nə bilim vallahi nə dəxli. Yəni ümumiyyətlə kimsə. Neysə. Mən düşünürəm mövzuya, baxın, suitsidlik bir psixoloji haldır, bir psixoloji problemdir. Onu xanımı ittiham etmək ki, sən niyə bunu elədin, sən niyə özünü intihar etmək istəyirsən, uşaqların var filan. Zaten o halda olan adam, suitsidliyə meyilli adam onları dərk etmir. Yəni olanları dərk etmir, belə deyək də qeyri-adekvat halda olur. Ona görə də yəni o anda, intihara meyilli anda o zaman... Aydındır. Səkinə xanım, buyurun, əzizim. Danış. Bütün həyatını danış, özün haqqında danış. İndi kim ayağın üstünə aşırıb, kiminsə xoşuna gəlmədi, onun oturuşu da, gedin başqa yerdə müzakirə edin bunları. Belə, danış. Neçə illər bundan qabaq gəldim, yenə də deyirəm. Onda uşaqlarım internet məktəbində idi, evim yox idi. Yəni bu problemlər yaşandı. Allah köməyiniz olsun ki, sizin köməkliyinizlə, yəni nətər deyim. Onda Savalan müəllim də buradaydı, onu da sağlam. O da kömək, nətər deyim. Həyəcanlıyam danışa bilməyim. Səkinə, onda yadıma sal mənim görüm. Onda nə olmuşdu ki, sən
o vəziyyətə gəlib çıxmışdın? Yəni hamının 4 uşağı var da evdə. Qaynanəmlə Çox adamın problemim evdə yaşanmışdı. Çox adamla 6 uşağı var. Bilirəm, qaynanəmlə problem yaşanmışdı. Məhkəmə ev kompensasiya söhbətində. Orada məhkəmədə təhqir eləmişdi məni. Onunla bağlı olmuşdu. Sonra gəldim verilişə. Bizim köməklik olundu. Eviniz yanmışdı. Bəli. Yalan danışma, yalan danışma. Yox, yalan danışılmayıb, yox. Yox. Prosta yadımdan çox şey çıxıb. O qədər problem. O qədər problem. Əvvəl mən o verilişə çıxmamışdan qabaq mən evim yanıb. Ona görə mən getdim çadırda qaldım bir ara. Getdim qaynanəm gildən ev istədi. O vaxtı yəni baxa da bilərsiniz o verilişdə. Yəni məhkəməyə çıxan Qaynananız, yoldaşınızın anası sizə evdə qalmağa şərait imkan yaratmadı. Yəni getdiniz siz də çadırda qaldınız. Harda Salyanda? Hə, yanan evin həyətində çadır qurduq 15 gün. Sizin atanızdan heç kim əmi dair Atam da yox idi o vaxtı, rəhmətə getmişdi. Heç kim yoxdur qohum əqrəba. 4 dənə uşaqla qaldınız çadırda. Qaldım 10 gün 15 gün elə oldu icra hakimiyyətinə getdim. O vaxtı Tahir müəllim idi icra hakimiyyəti. Onun yanına göndərdi mənim uşaqlarımı internet məktəbinə. Elə oldu, məhkəmə söhbəti yadı. Ev tikildi, uşaqlarımı qaytardıq həmən bu Salyanda tikilən evə qaytardıq, gətirdik. Evi kim tikdi Səkinə? Verilişin sayəsində o vaxtı. İcra hakimiyyətinə biz müraciət Sevindik elədik. müəllim o vaxtı. Sevindik müəllimə müraciət elədik. Birbaşa veriliş vasitəsilə Səlyan rayon icra hakimiyyətinə və sağ olsun icra başçısı birbaşa oradan göstəriş verdi və yanan evin ilə həyətindəcə yenidən sizə ev tikildi, düzdür? Aha. Bəli. Birbaşa Səlyan rayon icra başçısı qərarı ilə ev tikildi. Ola bilər ki, Rafi bəy, bir dəqiqə xahiş edirəm. Nəvəsi də var imiş. Nə gözəl. Mən sadəcə ola bilər ki, biraz məktəbdən bir balaca kənara çəkildim. Amma demək istəyirəm də bunu, ürəyimdə qalacaq. Səkin xanım, limit var da, əhalinin bir hissəsində problemlər olur. Hər problemli adam əgər hər dəfə problem edib, özünə intihar edib, nə bilim evi yandı və s. və ya axır, gəlib verilişlərə kömək edin deyəndə biz hamıya kömək edə bilmirik, sözsüz, dinləyin. Sözsüz kömək edə bilmirik də, düzdürmü? Yəni, əhalimizin artıq 10 milyon, 100 min əhali var. Sizdən başqa da bizim digər dərdlərimiz var da, şəhid ailələri var, qazilərimiz var, dövlətin en sayda, yəni az təminatlı ailələri var. Siz də onlardan birisiniz. Bir dəfə başınıza iş gəldi, amma başınıza ağıl gəlmədi deyəsən. Elə deyil. Bir dəfə iş gəldi, özünüzü atmaq istədiniz, sizi xilas elədilər, dedilər ki, sakit qaldı. Onda artıq ev yanmışdı, düzdür? Evim yanıb, ev yanmışdı, bəli. Yanmışdı da onda. Gəlmişdim. Bax görürsünüz, siz oturub fikirləşməlisiniz ki, mənim qara dairəm başlayıb da, evim yanıb, yoldaşımla problemim var. Düşünmədən 4 uşaq dünyaya gətirmişəm, yəni planlaşdırmayıb gətirib. Və uşaqları dünyaya gətirəndə siz fikirləşməmişsiniz ki, ailənin belə böhranlı vaxtları ola bilər də, ev yana bilər, həyat yoldaşı sizi ata bilər, siz kökələrsiniz, həyat yoldaşı sizi bəyənməyə bilər. Sözümün canı nə idi? Bax, indi yaxşı, hamının başına gəlib də, siz müdafiə edirsiniz. Mən sual verirəm. İcra hakimiyyəti dövlətin adamı olaraq ev tikib onun üçün. Çox sağ olsun, minnətdarım, düzdürmü? Xalq da kömək eləyib, mən biləm ki, qonşular da kömək eləyib, qonşu qohumlar da kömək eləyib, nəysə bir xalça veriblər, bir şey və s. eləyiblər. Siz də kömək eləmişsiniz, Hacı bilirəm, Savalan da sağ olsun, salamlayır, o da kömək eləyib. Amma, Səkinə, evivi sən sığortalamısan, icbari sığorta. Salyanda 30 manatdır. 30 manatdır. 30 manat deyil, sığorta eləmək. 3 ildir mən sosial sosial ala bilmirəm. Evimin sənətini vermirlər. Hətta sənət verirsə də eləməyəcək. Mən bura niyə gəlmişəm? Niyə gəlmişsin? Səlyan özbaş. Çünki xəstəxanada işçi düzəldilər, işçi gedir iş eləməyə. Sən öz probleminizdən adamı işə götürmürlər. Götürməyəcəklər. Gələcək, o probleməyə də gələcək. Narahat olmaz. Evimiz yandı, evimizi tikdilər, sağ olsunlar, var olsunlar. Və görürsən, problemimizi elə hündür səsdən deyirik, bilirsiniz, orada özbaşınalıqdır. Amma mənə ev tikdilər, verdilər, yavaş səsdən deyirik. Hər yerdə demişəm, o ev tikdilər kəlməsi. Dövlət kimi. Keçək. Qızım, ay Rafi mənim, buna dövlət kimi evi, bir dəqiqə Səkinə. Ay Səkinə xanım. Anan evi də icra vermişdi mənə. Yandı, onu götürdülər. O ayrıdan ev tikdilər, o Arvatan yolunun üstünə. Səkinə xanım, ay Səkinə xanım, sən bilirsən ki, çox az dövlətlərdə var ki, hətta bizə yaxın dövlətlərdə
etmirlər bunu. Əgər siz sığortalamasanız evinizi, onu sığorta şirkəti Mən tikməlidir. sənət versin, Sağ olsun sığortalayım da, dövlətimiz, mən sənət sağ olsun versin. dövlətimiz, sağ olsun dövlət başçısı ki, həmişə az təminatların yanındadır və belə hadisələr olan zaman, məsələn, Aydın bayan xan dediniz müəllim. kürə atdı bu özünü. Yadınızdadır, Kürdə, Aydın xan Salyanda, müəllim, bir evin dəqiqə, sənədi Salyanda su yoxdur deyir. daşmışdı. Su daşanda gördünüz dövlət getdi, o kəndin yerində dəyişdi, evlər tikildi və s. Halbuki elə hadisələr zamanı sığorta eləməlidir. İndi sözümüzün canı nə idi? Biz bilmirik Səkinə xanım niyə gəlib bura? Hə, Səkinə xanım, aha. Sonra nə oldu? Yoldaşın da yanındaydı. Yoldaşım da yanımdaydı. Uşaqlar da yanındaydı, düzdür? Sonra nə oldu? Yoldaşın Böyük başına qız nə iş ailə gəldi? qurandan sonra 3 uşaqla yoldaşım yəni. Yoldaşım da işləyirdi, mən də işləyirdim. Gözəl. Onda ev sənəti ilə bağlı məsələn sosial vermirdilər. Məsələn ailə tərkibi haqqında yəni 2 il sosial da aldı. Aha. Öyle oldu evin sənəti olmadığına görə ünvanlı sosialım dayandı. Aha. Yəni yoldaşım da tutuldu, çıxdı getdi, qaldı bir də mən. Süpürgədə işləyən mən Görən, idim. qulaq as mənə, qulaq as. Hə. Yoldaşınla sənin həmişə mən şəkillərinizi görürdüm. Çox mehriban. Elədir. Hətta elə şəkillər çəkdirdiniz ki siz, belə elə bil ki, Ailəli, belə bəli. sevgili, aşiq belə şəkilləri. İndi də Yəni elədir. hər ər-arvad özü də 4 uşağın anası, atası sosial şəbəkədə elə belə qol-boyun vəziyyətdə şəkil. Toyda çəkilən şəkilləri neçə faiz elə? Aydın xan müəllim. Hər arvad göz arvadla şəkil çəkir, xoşbəxtdir ha? Yox, onu demək istəmirəm. Sosial şəbəkədə də var, yəni Sosial şəbəkədə Bəli. çox şəkillər paylaşır, düzdür qol-boyun şəkillər paylaşır. İndi Aydın xan müəllim, hər Azərbaycanlı kişi arvadı ilə qol-boyun şəkillərini paylaşmır axı. Problem də bundan. Biri var belə yan-yana şəkillər, biri də var qucaqlaşmış şəkillər. Hacı Nuraniyə O xanım, sevgi hələ də mövcuddur. neçə ildir? Neçə ildir o sevgi neçə ildir davam 23 edir? ildir olmasın. Olsun nə deyirəm ki mən? Hə. Yox, bir dəqiqə, bir... Ay, Amma Rafiq mən müəllim. akıllı 21 yaşı var qızımın. Gözləri işıqlandı Yox, bunlar yəhərindən hamısı danışanda. əladır, gözəldir. Amma xanım bura nə üçün gəlib? Deyəcək də Aydın xan müəllim, ya tələb Bizim edir. olmaz. Yo, yo, bir dəqiqə. Çünki niyə? Burada- Mən sizə deyim niyə? İmkan verirsən axı. Baxın, niyə? Mən sizə deyim də, Sən mənim niyə bu... xanım deyir ki, evimin sənədi yoxdur, sığortalaya bilmirəm. Siz də İcazə, bilirsiniz, o necə qutardı sığortalasın? da. Güya ki sənədi olanlar sığortalayıb, Türkan xanım sığortalayıb evini. Siz sığortalamısınız? Göstərin sığortanızı. Özümün sığortam- Mobil telefonunuzda var o. Özümün Sığorta indi ona sığortam- gəlir. Göstərin, eləməmişsiniz. Baxın, sığortam? Səkinə xanım, sizə, baxın, əzizim, bacım, o da eləməyib. Mən eləmişəm amma. Səkinə Mən də eləmişəm, Aydın xan sizə əla, sizi mən almışdıram. Sizə bu qədər dəstəklə olub da qızım. Bəli. Bir dövlətimiz var da, bir dövlət 10 milyon hamısına bu qədər, olsa dəstəklər verilir. Hamısına ev yanında dəstəkləsin, uşaqları internetdə saxlasın, ərin səndə küstü, səninlə barışdırsın, veriliş vasitəsi, siz də dövlətsizdir, veriliş olaraq. Və yaxud sosial yardım versin, yenə də təzən ev versin və siz yenə də narazısınız. Nədir? Bu iş bacarmayıb, attestasiyadan keçməyib, imtahan götürüblər, keçməyib və yaxud ilkin müsabiqədə keçməyib. Süpürgəçdə nə attestasiya, nə imtahan? Yox, o Qaydacı mövzumuza, əziz tamaşaçılarımız, Qaydacı mövzumuza və bu arada, bağla. Bu arada, əziz tamaşaçılarımız, mən sizə Central B haqqında məlumat vermək istəyirəm. Dəyərli tamaşaçılarımız, əgər bax belə situasiyada əsəb gərginliyi keçirərsinizsə və o əsəb gərginliyinin fonunda yuxunuz qaçarsa, gecələr yuxusuzluqdan əziyyət çəkərsinizsə, xüsusilə həyəcanlanan insanlar ki var, həyəcanı gəlir çıxardır panik ataka. Bəli, bax bütün bu qorxu, həyəcan, depressiya, stres, bunları aradan qaldırmaq üçün bitki tərkibli və 3 çiçəkdən alınmış Central B sizə kömək ola bilər. Yemişan çiçəyi, çərxifələk çiçəyi və pişik otu. Hər 3 çiçək insana sakitlik, rahatlıq gətirir. Əslində elə Central B-nin adı gələndə insan artıq üzü gülür və rahatlıq özündə hiss edir. Siz də Central B-dən istifadə edə bilərsiniz. Təbii ki, həkiminizlə məsləhətləşin sonra. Və mənim əzizlərim, sağlıq gözəldir. Sağlıq yerində olanda adamın yadına nə düşür? Təhsil düşür. İkinci təhsil almaq istəyirsiniz? Xaricdə oxumaq istəyirsiniz, hətta 3-cü təhsil almaq istəyirsiniz, Globus xaricdə təhsil şirkətinə müraciət edə bilərsiniz. Bu şirkət 8 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və elə 8 ildir mən Globus xaricdə təhsil şirkəti haqqında sizə məlumat verirəm. Vermirəm əziz tamaşaçılarımız. Bu 8 il ərzində əgər Globus xaricdə təhsil şirkəti haqqında bircə dənə bizə şikayət gəlsəydi, mən bunun, belə deyim də, haqqında danışmağı bitirərdim.
qaynar xəttimiz açıqdır. Biriniz də zəng edib deməmisiniz ki, bu şirkət bizi aldatdı. Getdik xarici ölkəyə, getdik bizi qarşılamadılar. Diplomumuzu aldıq, gətirdik Təhsil Nazirliyi tərəfindən diplomumuz təsdiqlənmədi. Yəni bu kimi insidentlərlə qarşılaşmadığımıza görə mən yenə də Qlobus xaricdə təhsil şirkəti haqqında sizə sevə-sevə məlumat verirəm. Buyur Anar müəllim. Əgər kiminsə şikayəti varsa, yəni sizə bildirsin. Mənə deməsinlər, sizə bildirsin ki, bizim haqqı. Çünki biz artıq 4000-dən çox inanın ki, tələbəmiz olub ki, yəni onların heç birinin bizə bir şikayəti olmayıbdır. Hamı bizdən razı qalıbdır və hamı da öz təşəkkürünü bildiribdir. Və mən də Qlobus Təhsil Mərkəzi olaraq bilirsiniz ki, artıq 8 ildir biz fəaliyyət göstəririk və baxmayaq ki, məktəblər açılıbdır və hal-hazırda magistratura, doktorantura, qış qəbullarımız davam edir və sənəd qeydiyyatları başlayıbdır və hələ də nəticəsi az olan və tələbə adı qazanmayan abituriyentlər varsa bizə müraciət edib bir həftə ərzində tələbə adını qazana bilər. Oktyabr ayının 15-nə qədər Türkiyədə dövlət universitetlərindən bir neçəsi var ki, onların qeydiyyatları davam edir və hələ də tələbə adını qazanmayanlar varsa bizə müraciət edib ayın 15-də dərslərə qoşula bilər bizimlə bərabər. Və valideynləri ən çox maraqlandıran suallar ki, diplomlar tanınır. Bəli, bizim əməkdaşlıq elədiyimiz diplomların hər biri tanınır və hər birinin akreditasiya var, Aydın xanım müəllim. Biz buna təhsil mərkəzi olaraq hamısına müqavilədə də zəmanət veririk və diplom təsdiqinə gəldikdə isə hər bir tələbənin diplomu təsdiq elədirib, yəni o günə qədər biz əməkdaşlıq eləyirik, yəni yoldaşlıq eləyirik abituriyentlərlə. Çox gözəl və Şaban müəllimə təşəkkür edirəm. Onların işini düzəldib. Amma nəyə görəsə ondan sonra tort gətirməli idi, verilişə gətirməyib. Hanı tortumuz? Gələn dəfə xahiş edirəm, nəzərə alın. Tort dedi, yadıma nə düşdü əziz tamaşaçılarımız? Tort dedi, yadıma tort düşdü. Biz tort deyəndə, əslində şirniyyat deyəndə yadımıza hara düşür? Başkent düşür. Şəhərimizdə ən gözəl şirniyyatları, ən gözəl tortları məhz Başkent Şirniyyat evindən siz də sifariş verə bilərsiniz. Bizim çox yaxın dostlarımızdır və çıxış yolunun bütün özəl günlərində bizə Başkentdən çox gözəl şirniyyatlar və tortlar gəlir. Elə bu günlərdə müəllimlər gününü qeyd edəndə də Başkentdən bizə çox gözəl bir tort sifariş vermişdik. Gözəl də bir tortumuz gəldi. Şirkətimiz Anar müəllim hesabına tortu göndərsin bizə. Heç bir problem yox. Gətirə bilərlər. Gətirə bilərlər. Samirə xanım, verilişimizin sonuna qədər Başkentə müraciət edin. Birbaşa taksi ilə bura bizə Başkentdən gözəl bir tort gəlsin və Anar müəllimin adına. Bəli, buyurun. Bugün sənin doğum günüdür. Səkinə xanımın da ad günüdür bugün. Ad günü qeyd eləyərik. Əla. Əziz tamaşaçılarımız, yenə biz bir bəd xəbər almışıq. Deməli, Şirvan şəhərində Lamiyə Qambayeva adlı bir xanım, 2 uşağın anası bir həftə öncə boşandığı, ayrıldığı keçmiş həyat yoldaşı tərəfindən 11 bıçaq zərbəsi alıb. Bəli, bu xəbər səhər Allah şəfa versin, Allah xanıma şəfa versin. Uşaqlarının gözü qarşısında, bu evin qarşısında, liftin qarşısında baş verib bu. Özü də tibbi işçisidir. Lamiyə xanıma dayısı bunun haqqında ictimaiyyətə məlumat verib. Mən danışıram axı burada, ay Rafiq müəllim. Başa düşürəm həyəcanınızı. Doğrudan da çox pis hadisədir. 11 zərbə nə deməkdir? Uşaqlarının gözü qarşısında. Yəni bu uşaqlar az yaşlı olsalar belə də bu neçə ildir siz bir evdə yaşamısınız da. Bu uşaqlar sənin də övladlarındır da. Bir həftə bundan əvvəl əgər ayrılmısınızsa, indi yəqin ki, nəsə hadisələr olub ki, ayrılmısınız da. Bu nə deməkdir? Burada Nuranə xanım... O uşaqlar hansı travmanı yaşadılar indi? O uşaqlar nə yaşadılar? Əslində illərdir biz deyirdik ki, ailə krizis mərkəzləri Azərbaycanda ehtiyac var. Yəni boşanma olan kimi düzdür, mediasiya var və s. və ilə axır məhkəmə qərarı qəbul edir. Amma ondan sonra boşanma mədəniyyəti bizdə yoxdur. İnsanlar bir-birini qırırlar. Ya kişi qadını, ya qadın kişini, ya onların qohumları bir-birlə qırışırlar. Məsələ ondadır ki, baxın,
Çox üzr istəyirəm ana bəy. Bax, boşanmadan sonraki period 1 ilə qədər hər iki tərəfə psixoloji yardım etmək lazımdır. Rəsmilər bununla bağlı yəqin ki, müəyyən bir qərar qəbul etməlidirlər. Və əvvəlki dövrdə ki, atadan, anadan qorxsun, qardaşdan qorxsun və yaxud ictimai qınaqdan qorxsun, qohum əqrabadan qorxsun. Heç kimdən qorxmur. Açığın deyək. Müəyyən mənada bizdə ağırlaşdırıcı cəza növləri də aradan qaldırıldı deyənə, baxın, belə hadisələr baş verir. Və mən sizə bir söz deyim, vaxt vardı ki, biz bir təklif elədik ki, qadınlarına şiddət göstərən kişilər, hələ ki, axıra qədər o şiddəti yerinə yetirməyiblər, onlar hansısa bir formada buxovlansınlar, elektrik qolun bağı onlara verilsin, müəyyən bir məsafə qoyulsun. Var o bəzən, qərarına qəbul edilir, amma mexanizm yerinə yetirilirmi? Yəni bu adamın yəqin ki, ağlı başında olur ki, bu hərəkət edir. Əslində onlar üzr istəyirəm, psixoloji dəstək görmədikləri üçün elə ailələri dağılır. Tamam başqa bir şeydir, o bu adama aid olan bir şey deyil. Burada həm vəhşilik var, həm cinayət var, həm də ki, yəni çox dəhşət bir şeydir. Ola bilsin ki, burada mütləq şəkildə həmən insan birinci narkotik istifadəçisi olsun və onun təsirindən də yarana bilər. Aydın xanım həm düz dedi ki, bizdə Azərbaycanda ümumiyyətlə boşanan insanların %99% düşmən kimi boşanırlar. Yəni heç kim xoşluqla boşanıb o səmiyyəti gözləmirlər. Yəni mən düşünürəm ki, burada boşanma mədəniyyəti olmalıdır da bir mənalı şəkildə. Narkotik istifadəçisi olubdur və onun təsirindən yəni o addıma yol atır. Mediasiyada belə bir şey var, qayda var ki, bu var. Yəni amma istifadə olunurmu yoxsa yox? Mediatorlar psixoloqları yönləndirir. Bundan ötürü psixoloji mərkəzlərində mediatorlar arasında müqavilələr var. Psixoloji mərkəzləri yönləndirir ki, istər boşanmadan sonra bu ayrılığı daha rahat qəbul eləmək, istərsə də bu boşanma müddətində bu həssas bir dönəmə adaptasiya daha rahat olsun. Yönləndirirsiniz, gedirlərmi? Bax, odur məsələ. Gedirlərmi? Yəni dövlətlə bağlı qurumlar, Çünki ona görə getmirlər ki, çünki cəmiyyətimiz, üzr istəyirəm, psixoloqa gedənləri qınayır. Qınaq obyektinə çevirir. O baxımdan da nə qadınlarımız öz övladlarını aparmır, nə qadınlar, nə kişilər psixoloqa üst tutmurlar. Təsadüfi hallarda olur ki, oxuyan adamlar olur belə daha çox belə üst səviyyədə. Bəlkə sığorta şirkətləri psixoloji seansları qarşılasa, bəlkə onda biraz ümid var ki, olar. O da ki, artıq o böyük məsələ. Çünki çox professional psixoloqlarımız çox böyük ödənişlə gedirlər və onların imkanı çatmır və yaxud da ki, bizdə demək olar ki, 10% bizdə psixoloqlar var. Vəfa xanımın dediyinə 250 razıyam. Bəli, bizim Azərbaycanda psixoloqlara psixoloq lazımdır. 250-300 manata psixoloq var. Yenə də dövləti yüklədi. Yəni, əslində siz də düzdür ki, icbari olmalıdır. Mən də onun tərəfinə könüllü yox, icbari, məcburi olmalıdır. Niyə? İcbari olsun. Bax, bir kişi bir qadının başında boyunu açdı, düzdürmü? Bəli. Uşaqlar travmalıdır. Qadın hələ bilmirik, ağır vəziyyətdədir, bilinmir necə olacaq. Allah şəfa versin. Qonşu, qohum travmalıdır. Morqdan tutmuş, prokuraturadan tutmuş, polisdən tutmuş, təcili yardım maşınından tutmuş, nə bilim məhkəməyə tutmuş, nə bilim o aparıb yarırlar. Hər şeyə qədər gör nə qədər dövlətin resursları bir hadisəyə görə sərf olundu ora. Halbuki 100 manat, 200 manat psixoloqa vermək elə də böyük bir problem deyil. Başa düşürsünüz, biz bunu geniş düşünmürük. Hələ mən onu deyirəm ki, məsələmdə qan tökülür orada, o qanı təmizləmək lazımdır. Qışqırıq, bağırtı, digər evdə uşaqlar var. Görün nə qədər böyük. Qonşular çıxıtmışlar, Aydın xanım müəllim. Ailədə 3 uşaq elə bir travma aldı ki, biz bilmirik ki, bunların gələcəyə taleyləri necə olacaq. Anaları ya öləcək, ya qalacaq. Bunlar ya yəni ki, dırnaq arasında ya bir qatilə çevrilə bilərlər, ya gələcəkdə intihar edə bilərlər, ya da ki, uğursuz bir ailə başçısı ola bilər. Və bir ailə bir dəqiqənin içərisində artıq o 3 uşaq da dağılır. Bəli. Nuranə xanım, statistikaya baxanda yarasız vətəndaşlar atıldı. Statistikaya baxanda görəcəksiniz ki, belə ağır cinayətlərin statistikası. Bu yaxınlarda nə qədər məşhur həkimlərimiz əri tərəfindən, yəni boşandığı əri tərəfindən bıçaqlandı. Elə ki, Asan Xidmətin deyəsən, rəhbər, kimsə belə bir şey, öz həyat yoldaşını odlu silahla vurmuşdu. Yəni, bu kimi hallar cəmiyyətdə hansı mövqedən tutmuş, yəni var dövlətə deyil. Hörmətli ekspertlərimiz, mənə nə maraqlıdır? Bu insan meşədə yaşamır ki, qohum əqrəbası var. Ən azından boşandığı dönəmdə bir qohumlarla təmasda olurlar, düzdür? Ola bilməz ki, qohumlar həmən adamın vəziyyətini anlamasınlar. Yəni adam özündə deyil axı. O oğlanın anası, atası
Bəs yaxşı biz deyəndə ki, Qohumu, bacısı, özümüz qardaşı. bilərik. Bəs axı biz əvvəldən deyirik ki, özüm bilərəm kimi ilə evlənirəm, özümüz bilərik. Biz deyəndə ki, ailə dəyərlərimiz, ailə deyirlər, yox mən özüm bilərəm. Bəs budur da, nəticə budur. Ailə bilərənləri dəyərləri bilərik. böyük məsləhətinə qulaq asın budur. Böyüklər qarışmasın məsələsinin son nəticəsi Bəli, budur. bəli, biz boşanma deyəndə ümumiyyətlə indi bu dəqiqə boşanmadan danışanda elə bir küçədəki peşki satandan danışırıq. Çox bizim üçün adiləşib. Kartof satanla boşanmanın heç bir fərqi olmuyor. Bizim üçün bazara girdin, kartof soğan aldın, çıxdın. Və yaxud üzr istəyirəm, arvad aldın, qız aldın, getdin qəssabxanada ət aldın, 2 kilo, 3 kilo, 20 manatı çıxdın, gəldin. Biz bu dəyərlər, mən bir yaxda istəyirəm danışım, sağ olsun psixoloq xanımımız ki, o elə eyni mənim fikrimdən çıxış elədi. Bəli, biz bu dəyərlərə fikir verməyəndə boşanmağa qədər olan maarifləndirməni ən pik, yüksək həddə çatdırmalıyıq ki, ay insanlar, mən indi bu ailə ilə işim yoxdur, bu hadisə ilə ümumiyyətlə qəti şəkildə qınayırıq, amma o səviyyəyə çatdıran amillər var. O səviyyəyə çatdıran ailələrdə olan problemlər var. O səviyyəyə çatdıran TikToklar var, sosial şəbəkələr və s. və s. və ilaxır. Bunların içində gənclərimiz, bəli, uşaqlarımız böyük travma alırlar. Amma bu bizim ən axırıncı nöqtəmizdir. Bura çatana qədər bizim o qədər maarifləndirmələrimiz olmalıdır ki, və xüsusən bu yaxınlarda bir ayın söhbəti olar, bir ailə, bir gənc ailə, bir gənc oğlanla bir qız ailə qurmaq istəyir, nişan eləmək istəyirlər. Onların hadisələrini mən gördüm. İnanın çox üzr istəyirəm hamımızdan, dinləyicilərdən də mən ata olmağımdan irgəndim. Mən ata olmağımdan özümə nifrət elədim ki, məni də yəni qabaqda belə bir şeylər gözləyirmi? Nə edirdilər ki? Nə edir? O qız evi ilə oğlan evinin arasında o qədər, yəni düzün də deyim ki, mən gördüyüm qədər qız evində problem var idi. Oğlan evi ilə qız evinin arasında o mərasimə qədər o qədər hadisələr baş verdi. O qədər nəm geyim üstündə, pul üstündə, şallıq evi üstündə, filan üstündə təsəvvür elə. İndi amma nəticə niyə? Baxın, toy deyil, bu nişandır hələ. Nişana qədər olsun. Hətta baxın, nə deyirəm? Seçim kimin idi? Kimin idi? Oğlanın seçimi idi. Qızın seçimi idi. Valideynlərin seçimi Halbuki idi. valideynlərin seçimi olanda Bildirsən mən nə demək istəyirəm? Yəni biz oğlanın, qızın üzərinə o seçimi buraxa bilmərik. 18-20 yaşında uşaq nə bilə bilər həyat nədir? Bəli, ehtiram olunmalıdır sözünə. Etməli, müdaxilə etməli uşaqlara. Çünki yenə də əvvəl hara gəlirik? Ailəyə gəlirik. Bir ailədə tərbiyəni, mənim ailəmdə, sizin ailənizdə biz tərbiyə veririksə, o qız da, oğlu da, mən qızımı ailə qurub, oğluma nişan aparmışam, amma biz bir yerdə ailə seçmişik. Yəni ona görə ki, hər bir evdə böyük olmalıdır və o böyüyün sözünə baxılmalıdır. Amma bir ailədə ki, həmin indi təsəvvür eləyin ki, 11 bıçaq yəni vurulan bir ailədə, bəli, bir ailədə görün münasibətlər hansı vəziyyətdəymiş. Deməli, əvvəli nə olur? Əvvəli valideyn haqqı olur, valideyn razılığı olmur. Gedir öz hesabı nə alır? Nəticədə belə hadisələr baş verir. Çoxu onlar qohum çıxır, yaxın adamlar çıxır. Mən bir söz deyim sizə, bu yaxınlarda bir həftənin söhbətidir. Səkinənin üzərinə qayıtmalıyıq. Bir cütlük maşının yanında qışqıra dalaşırdılar. Və yandan da yol patron maşını keçirdi, yəni yol polisi keçirdi. Mən saxladım, dedim ki, zəhmət olmasa bunları başa salın da, yəni bunlar çox qışqırırlar. Həm cəmiyyətə bir pis nümunədir, həm də ki, indi ola bilər ki, başqa bir şey olsun. Çünki qız deyir ki, mənim maşına mindirsə, mən özümü ataram maşından. Sağ olsun. Əvvəl polis biraz təkid etdi ki, mən yol polisiyəm də, mənə dəxli olmayan bir hadisədir. Mən bunu eləsəm yaxşı qəbul olunmaz. Amma sağ olsun, sonraki ikimiz birləşdik, getdik, danışdıq. Müəyyən mənada o insanları ayırdıq. Qızı taksiyə qoydu, atasının evinə göndərdi, oğlan da maşınına mindik, çıxıb getdi. Yəni həmişə burada mən həmin polislərin simasında bizim yol polisimiz və polis əməkdaşlarımıza minnətdarlığımı bildirirəm. Məsələ nə üçün mən bu nümunəni gətirdim? Bacım mən tək olsaydım, mən də girişə bilməzdim ora. Çünki zırpı bir oğlan idi, qıza dilən idi və sizin heç birinizdə girişməyəcəksiniz. Yalandan özümüzü aldatmayaq. Biz format tapmalıyıq, mexanizm tapmalıyıq ki, ailələr dağılanda necə eləyək ki, bu, bax, cinayət şeyinə, faktına çevrilməsin. Bax, bunun üçün də mən təklif eləmişdim vaxtilə ki, ailə müfəttişliyi olmalıdır. Yəni,
polis də hətta girə bilmir də, qapını döyənə qədərdir. Ondan o tərəfə əgər hadisə olmayıbsa və yaxud nəsə bir amma ailə müfəttişi girə bilər. Çünki ailə müfəttişi psixoloqlardan, Yenə də hadisədən sonra girəcək. Aydın xanım, maarifləndirmə cəhazı ailələrimizdə maarifləndirmə. Azərbaycan cəmiyyətində. Valla keçən nə danışdı? Keçən il 14 min atasız uşaq dünyaya gətirmiş. Aydın xan müəllim, mövzunun əvvəli yadınızdadır. Mövzunun əvvəli o qız görüntü yazın, maarifləndirmə oldu. Evlərin içinə bax o girir. O görüntülər girir evlərin içinə. Onunla maarifləndirmək lazımdır. Mən razıyam. Ailəti icra strukturun, qulaqsı icra strukturun yanında biz ailə müfəttişi, adı nə siz qoyun, ailə psixoloq qoyun, nə qoyursunuz qoyun. Lap Hacı ilə Rafiq müəllimin dediyi kimi olsun, ailə İcra hakimiyyətlərində ailələrə baxan şeydə var da. Salyanda Səkinə xanıma ailə müfəttişi gəlib, onun ailəsində heç bir şey eləməyəcək və Səkinə xanım da ailə müfəttişi ilə münasibətə girməyəcək. Sizin Orleanda sahə müfəkkiri gəlirmi? Girir, araşdırır da, düzdürmü? Qanunverici ona imkan verir. Oğurluq başqadır axı, ailəsinin sirrini və yaxud açmayacaq. mənim həyatımı oğurlayana müfəttiş heç eləyə bilməz. Yəni, sahə müfəkkiri. Ona görə də biz xüsusi bir mexanizmlər təklif eləmək. Aydın xan müəllim. Ailə ilə bağlı problemləri birbaşa müdaxilə edə biləcək, qapını döyüb, ay bala, sən nə eləyirsən? Boşanırsan, boşan da, niyə gülürsün bir-birinizi? Hadisə olub, qutarandan sonra müfəttiş gəlib neyniyəcək? Müfəttiş ona qədər yetməyəcək ki. Ay müəllim, bir həftəlik boşanma, bir həftəlik boşanma. Ona görə də hadisə dindirsən, o deyəcək, mən peşmanam. Uşaqlarımın qabağında belə elədim. Rafiq müəllim, ona görə moment gəlir adama. Hadisə olana qədər, bax o görüntü var idi ya. O bizim evlərimizə girir ha, bizim uşaqlarımızın TikTokundan, sosialına girir. Biz onları biz maarifləndirməliyik ki, o hadisə bizim evimizə sirayət eləməsin. O hadisələr, o tip düzdür. O qardaş, baxın, üzr istəyirəm. O qardaş mən tanımıram belə zahirdən tanıyıram. O qardaş nəsə eləmək istəyib, sağ olsun. Təşəkkür edirəm. Nəsə bir şey. Nail Kəmal. Nail müəllim, yəni çox şey eləyib. Amma məhz bu görüntüdə biraz düşünməli idi. Məhz bu görüntü biraz analiz olmalı ki, bu görüntü evlərə, gənclərə, yeni yetmələrə daxil olacaq. Səkinənin evində baxın, bir dəfə özünü atmaq istəyib, düzdür? Onun maarifləndirməsi görün nə qədər az olub, nə qədər ona dəstək olmur ki, o ikinci dəfə bir də özünü atmaq istəyib. Düzdürmü? Yəni ikinci dəfə bir də atmısınız, düzdürmü? İkinci bir dəfə də atıb özünü, düzdür? O deyir, bir insan bir səhv eləyəndə günah qarşıdadır. İkinci səhv eləyəndə günah özündədir, üçüncü səhv eləyəndə yenə də özündədir. Çünki, düzdürmü? Çünki Səkinə birinci dəfədə eləmək istəmisiniz, eləmisiniz. Mikrofon götürün. Eləyib ikinci dəfə deyil. Eləmisiniz, neynəmisiniz? İkincidə prosta bir də ikinci qızıma rəhmim gəldi, zəng elədim 102-yə belə bir hadisə eləmək istəyirəm. Polis görüntü Eləmək gəldi. istəyib ayrı şeydir, eləyib ayrı şeydir. Birinci dəfə eləmişəm, ikinci də eləmişəm. İkincidə neynəmisiniz? Zəng elədim 102-yə problem edir. Yox, neynəyib də? Kürə attım özümü. Attınız, kürə düşdünüz. İkinci dəfədə də imkan düşdünüz. vermədi. Nə oldu? Yox, attı Zeus. Nə oldu? Atmağa qoymadı. Bildimi? Attınız və Birinci də atmağa atmışdım, qoyun. ikinci də Birinci qoymadım. atmışdınız. Nə oldu? Birincidə dirsin. Səkinə xanım. Bax, sual verirəm, üzr istəyirəm. Bax, attınız özünüzü kürə. Düzdür? Nə nəticə əldə elədiniz? Nə nəticə Hə, elədim? bax, nə oldu? Heç nə. Heç bir şey olmadı. Ben Heç niyə oldu, ki? daha Çünki dərsəm siz oldu. atırdınız. Siz onun onda görürsünüz. Mən çıxış yolunu burada gördüm. Cəmiyyəti şantaj eləyir. Burada gördüm. Ha, burada gördünüz da. Ben niyə kürdə axtarırdınız? İkinci dəfə. İnsanlar cəmiyyəti şantaj edirlər. Çünki bilirlər ki, bir dəfə atdı, veriliş onun dalında durdu, icra strukturu durdu, evi düzəltdilər və s. və ilə axır. Fikirləşirlər ki, asan yoldur da. Deyəcəm özümü atıram, nə qədər vardı körpüdə. İndi sizə maraqlı bir nüansı. Mən bunu qəti əleyhinəyəm. Amma tutalım dünyanın inkişaf etmiş ölkələrindən biri də Çindir də. Onun texnikasında biz istifadə edirik. Orada özünü Səkinə xanım kimi çaya atıb, intihar eləmək istəyən, ya nə bilim, canına qəsd eləmək istəyən, ya mesajını ötürmək istəyən insanları əl uzadıb xilas eləsəniz, sizi tutacaqlar, həbs edəcəklər. Deyəcəklər, onun haqqıdır, istəyir, gəlsin, atsın da özünü. Haqqıdır, atın, çıxış yolu bunu görür. Biz bunu təbliğ edəmirik. Azərbaycan Konstitusiyası bunu demir. Biz şantajçıları necə qoruyaq cəmiyyətimizi, dövlətimizi bu şantajçılardan? Aydın xan müəllim, belə danışaq. Bizim proqramımıza çıxış yolu tapmaq üçün gələn insanların heç birisinə biz şantajçı deyə bilmərik. Adamlar əgər bizə etimad göstəriblərsə, adam əgər nicat yolunu burada tapırsa, köməyini burada tapırsa və bir dəfə bir əlini bizə uzadıbsa, biz də onun əlindən illər öncə tutmuşuqsa, o fikirləşib ki, bugün maşallah olsun bütün telekanallarda demək olar ki, sosial proqramlar var.
Demək adam bizdən xoşhal ayrılıb gedib ki, ikinci dəfə digərinə getməyib və yenə bizim yanımıza gəlib. Mən buna görə sevinirəm. Bəli, mən ümumiyyətlə həqiqətən sevinirəm. Kimsə əgər öz yolunu burada tapmağa çalışırsa, biz də ona dəstək ola biliriksə, nə xoş bizim halımıza. Və bir daha diqqətinizə çatdırım ki, ilk dəfə Səkinənin ailəsində problemlər yarananda və ev yananda 4 uşaqla belə çadır kimi bir yer düzəltmişdilər, qarşısını belə kəsmişdilər. Nə vurmuşdunuz o qarşısına? Salafan. Salafan belə. Hə, vurmuşdular belə salafan qarşılarına və biz inandırım sizi ki, bircə dəfə müraciət etmişdim mən ekran efir vasitəsilə. Səlyan rayon icra hakimiyyətinə müraciət etdik. Bircə dəfə dedik onu və həmən oradan bizə xəbər gəldi ki, icra başçısı göstəriş verib o evi yanan ailəyə, 4 uşaqlı ailəyə evin tikilməsini təmin edəcək. Daha sonra biz o ev tikiləndən sonra da onların evinə getdik. Məsələ nədir əziz tamaşaçılarımız? Və diqqətinizə çatdırım ki, Xəzər rayon icra hakimiyyətindən də yaxşı bir xəbər gəlib. Türkan qəsəbəsindəki 25 sot torpaqla bağlı Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən müəllim tapşırıq verib. Nə verib, tapşırığı nə olub, reklamlardan sonra deyəcəm sizə. Davam edirik, əziz tamaşaçılarımız. Dediyim kimi Xəzər rayon Türkan qəsəbəsindən xəbərimiz var. Birazdan xəbəri sizinlə paylaşacağım. Və yenə istəyirəm Səkinəni dinləyək. Səkinə, siz 23 ildir bir-birinizi sevirsiniz. Bəli. Özü də belə Leyli Məcnun sevgisi, Əsli Kərəm sevgisi. Əziz tamaşaçılarımız, sosial şəbəkədə siz onların şəkillərini görəsiniz. Qol boyun şəkillərini görəsiniz. Hardadır indi sənin o sevimli həyat yoldaşı? O sevgi hanı ki, bu xanım bugün burada təkdir. Sevginin gücünə bax ki, sevginin gücünə bax ki, 2 dəfə özün kür atdı. Bax ha. Və bugün onun yanında yoxdur sevgi. Baxın, siz fərqi nədir ki? Niyə sıxışdırırsınız Səkinə xanımı? Səkinə xanımın və həyat yoldaşının adı nədir? Hüseynin sevgi abidəsi o 4 uşaqdır, o gözəl 4 uşaqdır. Səkinə, sən o abidələr üçün, sən də Hüseyn də çalışmalısınız, vuruşmalısınız, əlləşməlisiniz. Hardan çalışır? Sizin də yanınızda... Ay Aydın xanım, bilirsiniz Hüseyn hardadır? Hüseyn həbsdədir. 3 ildə həbsdədir. Bax, əvvəl-axır mənim dediyimi təsdiqlədinizmi? Evlənəndə, mən deyəndə ki, evlənəndə böhran məsələləri düşünün, kritik momentləri düşünün. Bir Səkinəni 4 uşaqla baş-başa buraxanda nə gözləyirdiniz? Ev yananda nəyi gözləyirdiniz? Qaynana onu qəbul eləməyəndə nəyi gözləyirdiniz? Hələ yaxşı ki, kürə özünü atıb, hələ Xəzərə atmayıb. Aydın xanım, bəli, məsələ bundadır ki, üzr istəyirəm. İndi Səkinə xanım özün, belə deyək də, həyatdan qurtarmaq istəyirdi. Hansısa çətinlik qarşısında. Siz başa düşmürsünüz ki, sizdən sonra 4 dənə uşaq o çətinlikdə qalacaq. Üzr istəyirəm, baxın. 4 dənə uşaq o çətinlikdə qalacaq. O da geçsin sizin kimi, özünü atsın kürəyə. Onu düşünüb. O fikirləşib ki, dövlət var da. Aydın xanım, Səkinə xanım bugün bütün özgüvənini toplayır. Reklamlara ayrılaq əziz tamaşaçılarımız, anonslarımıza keçid alaq. Sərkan üçün studiyamıza kim gələcək əziz tamaşaçılarımız? Kimdir o insan? Sərkana bu yolda dəstək olacaq, onun əlindən tutacaq, ona qardaşlıq edəcək adam kimdir? Sənə inanıram, sənə güvənirəm. İnşallah yolun açıq olacaq. Hasan bəy də sənə hər şeydə dəstək olacaq. Biz birlikdə güclü əlini ver. Siz də bax belə, bu birliklə biz bir insanı yenidən həyata qaytaracağıq. Yolun açıq olsun. Allah amanında görüşək. Sərkandan xəbərimiz var. Xəbəri sizinlə bölüşəcəm. Bax burada bu studiyada Sərkanı biz
Hasan bəyə tapşırdıq. Dedik ki, yolunuz açıq olsun. Hal-hazırda Sərkan hardadır? Vəziyyəti necədir? Nə edir? İşləyirmi, işləmirmi? Bu barədə sizə məlumat verəcəm. Bax, Sərkan kimi gənclərimizin həyatına son qoyan nədir? Narkotik vasitələr və narkotik vasitələrdən asıllıq. Bir çox ailələrimizi kökündən darmadağın eləyən, uşaqlarımızı atasız qoyan, qadınlarımızı başsız qoyan, ailələri paramparça eləyən, bax, həmən o pis vərdişlərdir. Səkinənin ailəsindən də yan keçməyib. Səkinənin də o 23 illik sevgisi, Səkinənin də o 23 illik, belə deyim də, Hüseynin adı gələndə Səkinənin gözləri işıldayır. Amma o narkotik vasitələr onların da evinin yanından keçməyib. Səkinənin adı gələndə Hüseynin gözləri işıldayır. İşıldayır, bəli. Nətər işıldayır ki, bəs o sevgini düşünməyib. O sevgini düşünməyib, o qaldı lap sevgisizdir, lap istəmir sizi. Bəs ailəsi, o 4 uşağı, mən sizin sevginizə, nə bilim, kim necə baxır, baxsın, mən sizin ona olan sevginizə bəlkə də inana bilərəm, amma onun sizə olan sevgisinə qətiyyən inanmıram. Bir qadını sevə bilən insan heç qadın olan sevgisini qoysun. O uşaqları dünyaya əkib, doğan ana, ata düşünməlidir o 4 evladı. Başa düşdünüz? Siz bugün o intihara cəhd edənə qədər, nəsə edənə qədər siz o uşaqları sizdən qabaq yoldaşınız da düşünməlidir. Başa düşürsünüz? Yoldaşınız da düşünməlidir. Səkinə xanımın o siması yoxdur. O belə deyək də, o görüntünü vermir. Sadəcə zəhmətkeş qadındır. Biraz da gülərüz qadındır, biraz zarafatçıl qadındır. Səhv eləmirəmsə desin. Zarafatçıl qadındır, gülərüz qadındır, zarafatı xoşlayandır, insanlarla gülə-gülə danışan xanımdır. Onda dediyimiz xüsusiyyət yoxdur. Amma o hansı xüsusiyyətə görə gedib onu özünə haqq edirsə, nəyə görəsə, baxın, mən əslində bir mövzu açmaq istədim, sevgi mövzusunu niyə açdım? Əgər siz həqiqətən ailənizi sevirsinizsə, həyat yoldaşı sevirsinizsə, nə axtarırsınız və niyə gedirsiniz özünüzə hansısa bir çətinlik yaradırsınız? Axı sizin arxavızda 4 dənə gözəl göyçək uşaq var. Başa düşmürsünüzmü? Siz bugün bu həyatın bu acısına dözə bilmirsinizsə, o balacı tifillər necə dözəcək? Tifil deyəndə, yəni biz dədə-baba dilindən deyirəm də. O necə dözəcək? Nuranə xanım. Bir də çıxaq anonslara. Bu mənim şikayətçim danışacaq yoxsa yox? Suallara cavab versin. Hansı suala cavab versin? Adama imkan vermirsiniz desin ki, Hüseyin hardadır? Mənim atam 22-si ölüb mayın, elə deyil. Mayın 22-si nə üçün gəlib burada hasarlı qaldırırsan? Əslafla 23-ünün səhəri gəlib hasar qaldırıblar hamısı özü üçün. Bəs bunu 2024-də almışsınız, hamımız 1 il bundan qabaq. 1 ilin içində siz hasar zat heç nə ağlınıza gəlmədi. Balağı rəhmətli 22-si mayın 22-si dünyasını dəyişən kimi səhər tezdən gəldiniz 23-də başladınız burada hasarlar tikib öz bizə həyət qurmağa. Atamın ölüm xəbərini eşidən kimi də Kərimlə Ceyhun adlı şəxs durub gəlib mənim qapıma ki, mənə axtarıblar ki, sən atam mənə torpaq satım. Yəni ki, bunu sən 1 ilin içərisində hasarlı qaldıraydın, mən olsa bura gəlirdim, gedirdim də. 1 ilin içində gəlib görəydim, deyərdim ki, atova deyin, atam bilir, deyil. Faktda mənim atam gəlməyə evdə deməyib ki, mən torpaq satmışam ki, məsələn, özdə sənədsiz torpaq necə satıla bilər? Buyur, mənim əzizim, buyur. Mənim yoldaşım 3 ildir həbsdədir. Deyirsiniz, ay yoldaş Hüseyin belə. Hüseyin 3 ildir həbsdədir. Nətər deyim, o 3 uşaqla, 4 uşaqla mənəm. Həm 3 deyirsən, həm 4-də neçədirlər? Çünki biri ailə qurub. 3 də uşaqdır. İndi deyirsiniz, balaca tifili balaca döyürlər. Ən balacasının 17 yaşı var, böyüyün 21 yaşı var, əskərdir. Özüm də əskər anasıyam. Maşallah. Mən çox şey danışmaq görürəm, hamı bir dəqiqədən sual verir. Hələ gözləyirəm ki, sualları verin, qutarın, ondan sonra mən cavab verirəm. Canay bacı, ikimiz bir dərdəyik. Qaldı ki, mən bura gəlmişəm işimlə bağlı. Qurban olum səbəbini. 3 də uşağı saxlamaq. Yox, seninlə bağlı deyil. Seninlə bağlı tutulub, 3 ildə tutulub, 6 il iş kəsiblər. 10 sayılı cəza çəkməm həbsdədir. Lazım deyil, hardadır demək. Orada həbsdədir. Yəni mən işləməliyim ki, mən 3 də uşağı, bəli, ailə görüşü, məsələn, balalarımla, bəli, nigahdaıyım. Yəni o türkü məsələ hər ayda da ondan əvvəldə nigahdaydınız, rəsmi nigahınız var idi. Bəli, eləyir, bəli. Yaxşı, məqsədiniz nə idi? Onu deyin. Məqsədim də işə görə, işdən çıxdığıma görə. Xanım işlə bağlı bizdən kömək istəyir, çıxış yolundan kömək istəyir. Xanım işlə bağlı Xanım əvvəl dövlət sektorunda süpürgəçi olaraq çalışıb.
İndi də istəyir ki, işi bərpa olsun. Siz 4 uşaq deyirsiniz. İşi Axırı bərpa olsun. Qadın ağzını açdı, qayıtdı dedi ki, onun uşaqları özləri böyüdür. Yəni işləyə bilərlər. Qadın əslində öhdəliyində bir 17 yaşında İşləyə bilərlər, gəlsin analarına baxsın da. Yox, Niyə baxmırlar ki? 17 yaşında uşaqlar öhdəliyində misal bir də olaraq özüdür. mən uşaq dedim, fərqi yox. Ana Yox, üçün uşaq hər fərqi yaşda var. olsa yenə uşaqdır. Fərqi var. Ən balaca 17 yaşı var. Olsun. Niyə bir şey danışırsınız? Aşkına böyük 17. Hörmətli ekspertlər. Uşaq oxuyur. Çox üzr istəyirəm. Anons verdirmişəm. Xanımın işinlə bağlı bugün biz danışmırıq. Xanımı məcbur eləyirik ki, bugün danışsın. Və intihardan da danışmırıq. Uşaqların neyniyir, nə bilim, ölçəm Versəklər mən bir yaxşı. Neyse, bizim ki ben nasıl kanalım kovulmadı götürdü. Mən onu demirəm. İntiharın adı çəkilir də. Belə qarışmışı deyiləm. Belə qayıt, belə qayıt. Səkinə xanım. Atırsan kürə. Məqsədi nədir? Belə qayıt. Səkinə xanım. Bir dəqiqə Rahim bəy. Rahim bəy bir sual verə bilərəm Səkinə xanım. Balaca, yəni balaca uşağınızın neçə yaşı var? 17. 16 yaş qızımdır. Peşə məktəbində dərzi kursuna gedirdi. Səkinə xanım, bir şey demək Səkinə, istəyirəm. bəs Hüseynin qohumlarından, Hüseyin yəni həbsə gedəndən sonra Hüseynin qohumlarından əlaqən kiminlə var? Qaynınla. Bir dəfə nə qaynını, nə baldızlar, bir dəfə maraqlanmıyor. Haçan Səkinə biraz səsini uzaldacaq, zəng eləyəcək ki, oğlunuza pul lazımdır, göndərin. Onda ya 50 mat, ya 100 mat. Hüseynin anası da yaşayır, atası da. Bəli, anası 9 ay bundan qabaq gedib oğlun yanına. Dekabrda onun ad günüsü idi də, elə bir yubiley idi. Onda gedəndi. Neçə dəfə Hüseyin özü də dəfələrlə zəng edib ki, anamı görmək istəyirəm. Ana qızın yanındadır, yəni o bir qızının evlən. Hələ bir dəfə şey eləməyib. Oğlunun yanına getdim. Hələ oğlunun yanına gedim. Gəndə də deyir təzyiqim var, xəstəyəm. Əvvəlki vəziyyətdə də. Bəlkə ananın imkanı yoxdur getsin. Hörmətli aparıcı, Səkinə xanım. sual mənə biraz çatmadı. Niyə? 1100 manat pensiya aldı. Səkinənin özü nənədir də. Səkinə özü başqalarına kömək eləməlidir. Necə qaynana kömək eləmir, qohum əqraba kömək eləmir. Adamlar əvvəl öz aqibətini düşünməlidirlər, addım atmalıdırlar, düzdürmü? İndi bizim işimiz yoxdur, Hüseynin nə elib, nə eləmir, öz işləridir. Fakt odur ki, problem yaradıblar. Aydınxan müəllim, mən burada sizinlə razı mental deyiləm. dəyərlərdən deyirsiniz, düzdürmü? Yox, demirəm, mental dəyərdən danışmıram. Yox, niyə başqa yerə gedirsiniz ki, Aydınxan müəllim? Mental dəyər deyir ki, mental dəyər deyir ki, icazə verin. siz deyin, mən də devam verin. Hə, deyirəm. Deyirsiniz ki, Hüseyin nə eləyib, nə eləməyib. Hüseyin 4 uşağı ola-ola. Hüseyin çox böyük bir günah eləyib ki, narkotik vasitələrdən istifadə eləyib və bu gün gedib barmaqlıqlar arasında əyləşib. Günahkardır. Xanım da qalıb 4 uşaqla. Qohum, əqraba günahkardır. Ən azından Hüseynin ata-anası nə eləməli? Rafi müəllim, keçmişdə gəlinə və uşaqlara himayədarlıq eləməlidirlər. Siz mənim dediyimi deyirsiniz, mən birbaşa deyirəm. Keçmişdə belə hadisələr olan zaman adı narkotikada, ölüm hadisələrində, oğurluqda və digər pis vərdişlərdə hallanan ailələr ictimai qınağa tuş gəlirdi, onlara heç kim kömək eləmirdi, görməməzliyə vururdular, toylara çağırmırdılar, yaslara gələndə onları arxada, aşağıda otuzdururdular ki, digərlərinə ibrət olsun. Amma doğmaları yox axı, o düzgün anası atası deyil, yox o axı. başqa məsələ, amma fərqi öz doğmaları da elə. O qədər üz çevirən olub ki, Aydınxan müəllim 5 gün bundan qabaq Sərqana burada əl uzatmışıq. Biz onda o adama deyək ki, səni cəmiyyətdən 70-ci illərdə maraqlansanız, 70-in axırına, hər kənddə bir balaca ayağı sürüşkən qadın olanda, hətta kişi də olanda, onlar ya kənddən qovulurdu, ignor edilirdi. Ya da ki, ümumiyyətlə onlarla heç kim əlaqə saxlamırdı. Biz ictimai qınaq etmirik. Hər şey tökülür, polis, dövlət eləməlidir, hər şey və bunun axırı nə olacaq? Bu yaxşı nümunələr deyil. Səkinə 4 uşaq doğacaq,
Hüseynlə birlikdə. Hüseyn sonra narkotik çəkəcək, ya adam döyəcək, türməyə gedəcək. Sonra da bütün qohum əqrəba bunları saxlamalıdır. Hardan çıxıb bu? Mən demirəm, Hardan çıxıb? mən saxlasın. Mən özüm işləyib, özüm saxlamışam. Mən özüm 10 ildir işləyirəm, özüm öz balalarımı da saxlayıram. Mən kimsə gətirib nə ana, nə kim, yox. Heç kim gətirib mənə nəsə verməyib ki, saxla. Nəsə verməyib ki, elə dövlət Sən elə namusu Mən işləyirəm, indi gəlmişəm, kömək istəyirəm. Yox, elə də siz deyirsiniz ki, 10 ildir mən işləyirəm, heç kim gətirib mənə bir şey. Niyə sizə dövlət işinə verir? Xanım, razı da deyirəm, kimsə gətirib mənə nəsə versin. Mən indi işləyirəm, indi gəlmişəm kömək Kömək olaraq istəməyə. hər siz iş istəyirsiniz. Bəli. Qaydacı bu məsələyə əziz tamaşaçılarımız və diqqətinizə çatdırım ki, hörmətli danışacaqsan Səkinə, narahat olma, danışacaqsan. Bu arada mən valideynlərin nəzərinə çatdırmaq istəyirəm. Ber David mərkəzini, əziz tamaşaçılarımız, əgər övladınızda autizm əlamətləri hiss edirsinizsə, autizm əlamətlərinin bir neçəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Uşaqlar barmaq ucunda yeriyir, yeməkləri seçirlər. Uşaqlar oyuncaqlarla oynayanda oyuncaqları gözlərin təmasına gətirirlər. Aşırı işıq olanda və yaxud yüksək səs olanda gözlərini və qulaqlarını qapıyırlar əlləri ilə. Hər zaman qorxu içərisində olurlar və önə, arxaya, sağa, sola yellənirlər. Yəni bir yerdə oturanda mütləq şəkildə hərəkət edirlər. Hərəkətsiz çoxları oturmur və özlərinə üçüncü şəxs kimi müraciət edirlər. Məsələn, deyək ki, siz ondan soruşursunuz ki, gəzməyə gedək. O sizə cavab vermək əvəzinə o da sizə deyir, gəzməyə gedək, sanki özünə üçüncü şəxs kənardan baxır. Bu kimi əlamətlər əgər sizin övladınızda varsa, hələ əlamətlərin hər biri deyil, sadaladığım əlamətlərdən 2-3 əlaməti övladınızda hiss edirsinizsə mənim əzizlərim, onda vaxt itirmədən Ber David mərkəzinə müraciət edin. Bakıda yerləşən Uşaq İnkişaf Mərkəzində 20 ildən artıqdır İsraildə fəaliyyət göstərən Ber David Mərkəzinin təsisçiləri Yosifa Eyxel və David Eyxel rəhbərlik edirlər. Telefon nömrəsini diqqətinizə çatdırıram. 055 627 37 70. Buyurun, siz də vaxt itirmədən müraciət edin. Və bu arada diqqətinizə bir məqamı çatdırmaq istəyirəm. İstəyirəm ki, hörmətli ekspertlərimiz də eşitsinlər. Bugün çox yaxşı psixoloqlarımız var, çox gözəl psixologiya mərkəzlərimiz var, böyük psixologiya mərkəzlərimiz var və nədənsə bu psixologiya mərkəzlərimizdə bir çox hörmətli ekspertlər, mən elə bilirəm ki, siz də mənimlə razı olarsınız. Bu psixologiya mərkəzlərinin bir çoxunda psixoloqlar özlərini autizmi müalicə edən kimi, bax belə bir insan kimi tanıdırlar və valideynlərin bir çoxu da bu mərkəzlərin adından istifadə edən psixoloqlara sanki autizmi sağaldanlar kimi baxıb ətək-ətək pullar xərcləyirlər. İndi mən sual vermək istəyirəm. Bu psixoloqlar doğrudanmı autizmi sağaldan mütəxəssislərdir? Axı psixoloqlar autizmi necə sağaldır? Hansı üsulla sağaldır? Çünki autizmi sağaltmaq üçün tək bir insan axı bunu etmir. Autizmin sağalması üçün, əlamətləri sıfıra endirmək üçün sintez şəkildə, mütəşəkkil şəkildə burada psixoloqun da rolu var, logopedin də rolu var, defektoloqun rolu var. Bu nevroloji farmakoloji müalicə, düyü bütünləmə, yaşam koçu. Bəs niyə bəziləri sosial şəbəkədə özlərinin, belə deyim, adlarının da altından psixoloq filankəs yazaraq gəlin mən sizi müalicə edəcəm, gəlin mən sizi... Bu mümkün deyil. Hər bir peşənin mənfisi, müsbəti olduğu kimi psixologiyada da belə bir şeylər var ki, yəni elə yalandan deyirlər, amma sonra da olmur. Bəs valideynlər niyə onlara inanırlar? Bilirsiniz, neçə valideyn bizə müraciət edir, neçə valideyn nə qədər pullar xərcləyir. Çox məşhur bir psixoloqumuz var, Moskvadan mən
gəldilər, onlar 6 ay burada qaldılar və 6 aydan sonra yenə də qayıtdılar və məşhur, sadəcə adını çəkməyəcəm, məşhur bir psixoloqumuz biz onu düzəldəcəyik, mən düzəldəcəm. Küllü miqdarda həmin Moskvadan gələn ailə də ona pul tökdü. Çox Bakıda da 5-6 dənə filialları var, amma heç bir şey kömək eləmədilər o qız uşağına. O yenidən bir də Moskvaya qayıtdı. Sindromunun tam müalicəsi yoxdur. Çünki bu xəstəlik deyil, bu sindromdur. Müalicə deyə bir şey yoxdur. Sadəcə belirtilərini azaltmaq. Bir də autizmin 4 növü var. Bu növlər üzrə də effektlər fərqli olur və çox önəmlidir burada. Yox, indi biz autizmdən danışmıyoruz. Sadəcə olaraq müntəzəmlik, davamlılıq çox önəmlidir. Yəni bir mən durum, mən autizm sindromlu uşağı tam müalicə demək istəmirəm. Tam sindromlarını aradan götürüb bu mümkün deyil. Bu tək adamın işi deyil. Bu uzun müddətli, kollektiv, komanda şəklində görülən bir işdir. Ona görə biz buradan valideynlərimizi maarifləndirərək, valideynlərimizi nəzərinə çatdırır ki, əziz valideynlər, dəyərli valideynlər, ətək-ətək pullarınızı xərcləməyin. Çünki siz o pulları zəhmətlə qazanırsınız. Zəhmətlə qazandığınız pulları özünə psixoloq, əslində psixoloq çox gözəl peşədir, gözəl psixoloqlarımız var. Amma bu adın altında, o pərdənin altında bərri bəzəkli mərkəzlər açıb, belə gözəl kabinetlərdə əyləşib, sizin pullarınızı mənimsəyib, əvəzində sizin uşağınıza heç bir effekt verməyən, heç bir nəticə əldə edə bilməyən insanlara, mən onlara psixoloq demək istəmirəm, pullarınızı xərcləməyin, bir sözlə. Belə, mənim əzizlərim, bunu sizin diqqətinizə çatdırmaq istəyirdim və Başkentdən bizim Anar bəyin Səkinə xanım üçün sifariş etdiyi tortumuz dedilər ki, artıq gəlib. Bu arada Səkinə xanım az günüdür. Gəl bura. Səkinə, gəl bura. Mikrofonu da götürün zəhmət olmasa. Bu Anar bəydən çox gözəl bir jest oldu. Elə burada eşitdik ki, bizim şikayətçimizin ad günüdür. Mən Səkinə xanım təbrik edirəm. Yeni yaşı inşallah düşərli olsun, uğurlu olsun. İnşallah ki, bu yaşa qədər nə qədər sıxıntılar varsa bu yaşda qalar və bundan sonraki yaşlarımız hər gününüz daha gözəl olar, hər gününüz daha xoşbəxt olar, hər ayınız daha uğurlu olar. Təbrik edirəm sizi. İnşallah. Buyur Səkinə. Çox sağ olun. Allah köməyiniz olsun. Allah hamımızdan razı olsun. Çox sağ olun. Biz həmişə səni sevindirik, həmişə sənə sürprizlər edirik və Başkent ailəsinə dərin təşəkkürümüzü bildiririk. Hər zaman bizim bax belə özəl günlərimizdə bizim yanımızda olursunuz. Bütün sənin ağrın, acın, əziyyətlərin hər biri geridə qalsın inşallah. Bunu Anar müəllim də arzu etdi, mən də al. Alın tortu, bəli. Alın tortu zəhmət olmasa. Aydınxan müəllim tort istəyirdi. Verilişdən sonra tort qonaqlığımız var və davam edirik əziz tamaşaçılarımız. Redaktorumuz mənə desin, bizim neçə dəqiqəmiz var. Mənim bir təşəkkürlərim də var. Və mənim əzizlərim, əgər sizin oynaqlarınızda ağrı varsa, sizə bir gel haqqında danışmaq istəyirəm. Artoksan geli o qədər mükəmməl bir geldir ki, baxın, əgər oynaqlarınızda, əzəllərinizdə ağrı hiss edirsinizsə, hətta oynaqların iltihabında belə istifadə edə bilərsiniz. Yaşlı insanlarda oynaq ağrıları daha tez-tez özünü biruzə verir. Əslində bütün xəstəliklər cavanlaşıb. Bugün cavanların da oynaqlarında ağrıları biz tez-tez eşidirik. Əgər sizdə də belə ağrılar varsa, sinir ağrıları olsun, oynaqların iltihabı olsun, vətərlərin dartılması olsun, idman zallarında müəyyən məşqlərdən sonra ağrılar hiss edirsiniz, bax bu gel sizə yaxından kömək olacaq. Mən bu geldən istifadə etmişəm və nəticəsini də görmüşəm. Dünən də sizin diqqətinizə çatdırdım ki, bir 10 gün bundan öncə mənim ayaqlarımda çox böyük ağrılar vardı və bax, mən o ağrıları məhz bu gelin sayəsində aradan qaldırmışam mənim əzizlərim. Təşəkkürümü bildirirəm. Və dəyərli
Xanımlarımız, gözəl göyçək xanımlarımız, mən sizin hər birinizi Buta Univermağa dəvət etmək istəyirəm. Ailə üzvlərinizlə bərabər, həyat yoldaşınızla, övladlarınızla bərabər, ailə büdcənizə uyğun olaraq bütün geyimləri əldə edə bilərsiniz. Gəlirsiniz, 20 yanvar dairəsinin lap yaxınlığındadır Buta Univermağa. Bir sözlə, ailə büdcənizə uyğun, həyat yoldaşınıza da, özünüzə də, övladlarınıza da ürəyiniz istəyən bütün geyimləri ala biləcəksiniz. Geyimlər çox gözəldir, keyfiyyətlidir və sizi də çox gözəl qarşılayacaqlar. Mən də təşəkkürümü bildirirəm Buta Univermağa. Belə, qaydırıq mənim əzizlərim. Səkinə, sənə qaydaqmı? Yoxsa Səkinəni incitmək istəmirəm. Bir balaca üzünü güldürmüşük. Hə, Türkan xanım, buyur mənim əzizim, buyurun. Buyurun. Türkan xanım bayaqdan susub, amma reklam arası mənə dedi ki, bu ekspertlərin danışığını dinləyirəm, ürəyim az qalır partlıya. Niyə Türkan xanım? Yox, ürəyim partlama. Birinci imkan tapmıram ki, sözümü deyim. Düz istemem. Yox, xanımın üzərinə getmək. Əslində səhv danışmırlar. Çox sözlərdə düzlüyü, həqiqət var. İnsan sevib ailə quranda daha gözəl. Mən çox sevinirəm ki, bu həyatda sevgini dada bilibsiz. Çünki bu sevgi hər adama qismət olmur. Onu yaşamaq hər adama qismət olmur. O sevginin meyvələri 4 övladınız və nəvəniz var. Allah sağlasın. Siz bundan sonra özünüz üçün yaşamamalısınız. Bilirsiniz niyə? Sevginizi yaşatmaq üçün yoldaşınızın o qədər sevirsiniz ha. Siz onu qoyub yəni özünüzə xəsarət eləyə bilməzsiniz, nə isə eləyə bilməzsiniz. Siz onun sevgisindən hələ də yaşamalısınız və övladlarınızın başında o qədər gözəl durmalısınız ki, o sizdən rahat və əmin olmalıdır. Sizin haqqınız yoxdur onlara utanc yaşatmağa. Çünki qızınız xoşbəxt olsun, evlərdədir. Sabahlar sizə bir şey olsa, sizin qızınız başı sərkili qalacaq. Sizə bir şey olsa, oğlanlarınıza filan kəsin anası belə canına xəsarət yetirdi və nə isə oldu. 17 yaşında uşaq sizsiz qalacaq. Bilirsiniz, əllərdə qalacaq. Heç kəs ona baxmayacaq. Ona görə bu sevgini yaşamısınız. İnşallah yoldaşınız da gələcək, yanınızda olacaq, işlə də təmin olunacaqsınız. Hər şey gözəl olacaq. Hətta həqiqətən otururam siz danışdıqda sizə baxıram ki, çox böyük ürəyə sahibsiniz. Yəni onu demək istəyirəm ki, özünüzə görə yox, ballarınıza və sevdiyiniz insana görə həyata davam eləməyə dəyər. Həyat gözəldir. Bəli, əlbəttə ki, yaşamağa dəyər. İnanın ki, yaşamağa dəyər. Əlbəttə ki, səbr. Hə, Səkinə, elə bil ki, burada sən onsuz da çox Türkan xanım, onsuz da çox səbirlidir Səkinə xanım. Yəni bu qədər problemlərlə bir yerdə o TikToku da var və TikTokda da öz şəxsi sevgisini göstərir və həqiqətən də çox səbirlidir. Yəni bu qədər problemlərlə səbirlidirsə və bu qədər gözəl qalıbsa, həqiqətən səbirli olmayım, neyniyim? Sosial media paylaşımlarına baxdıq, olduqca pozitiv paylaşımları var. Çox gözəl videolar paylaşır Əlic bəy. Olduqca pozitiv paylaşımlardır. Elə bir kinayə ilə dedi Vəfa xanım, ki, TikToku da var. Kinayə ilə dedi ya, ironiya ilə dedi, mən bilmirəm. Mən nəsə elə hiss elədim. Amma Səkinə xanım, bir dəqiqə əlinizi qaldırın, yuxarı zəhmət olmasa. Tatu var orada. Tatu var. Mən bayaqdan onu tutmuşam, amma demirəm ki, yenə mən qınalanacağam əslində. Verin də mikrofon. Həyat yoldaşımın adı. Necə? Həyat yoldaşımın adı. Harda vurdurmuşsunuz ki onu? O harda vurdurmur, hamı Biraz vururdu. mikrofonu yaxın. Hamı vururdu elə o. Hamı vurdu, xeyr, hamı nəvəsinə demin. Rayon qadınları çox Bir az danışın da, xahiş edirəm. Hamının yerinə deməyin, yəni. Hamı. Sən ola eminlə bu gördü gözüm. Yox, hamı deməyə, ümumiyyətlə bir şey var. Baxın, həyat bəli, Nurə xanım çox gözəl buyurdu, yaşadıqca gözəldir. Həyatı gözəlləşdirən iki mənəvi, ruhi tərəfi var. Maddi cəhət, bəli, hardasa maddiyyat olmasa insan yaşaya bilməz. Amma maddiyyatı qazanmaq üçün mənəviyyat olmalıdır. Mənəviyyatın olmaq üçün ruhun gözəl olmalıdır. Biz Allah verdiyi canı nə iləsə qəsd edə bilmərik. Biz elə başa düşürük ki, nə iləsə qəsd edirik, nə iləsə özümüzə hansısa bir ziyan vururuq. O ziyan vurmaqla elə bilirik ki, biz hər şeyi bitiririk. Xeyr, tam əksinə, o negativ həyat təzədən biz başlayırıq. Özümüzdən sonra axirətimiz var, özümüzdən sonra qalan ailəmiz var. Aydındır. Düz deyirsiniz. Səkinə xanım konkret dedi. Düz deyir. Səkinə xanım 2 dəfə canına xəsarət yetirmək istəyib. Demək ki, onun psixoloji travması var. Zəhmət olmasa. Var. Eşitdin məni. Ver.
təsəvvür edirsən? Baxın bir otağı, bir təsəvvür elə görüm onu. Nə olsun içində? Nə rəng olsun? Divarları nə rəng olsun? Necə olsun? Günay, necə olsun? De görüm. Necə təsəvvür edirsən onu? Necə təsəvvür edirəmi deyə bilmərəm, çünki oranı yaşayıb o sözü demək lazımdır. Yəni xəyalımdakı otaq necə otaqdır, de görüm. Amma uşaqlarımın qaçıb oynadığı, sağlam nəfəs ala biləcəyi və ən əsası Adəmi xəstəlikdən qurtara biləcəyi bir yer olsun da yaxşı. O yüzden ömrümden giden gidene şu yalnız başımı eğdirme benim, infaz et, kar etmez. Dünyada ən pis şeydir. Çıxış yolunun tapılmamağı çox acıdır, çox pisdir. Bəzən insan elə məqama düşür ki, hara gedim, kimə deyim, kimə müraciət eləyim, hansı qapını döyüm. Bəzən bu qapını döyməliyik, o qədər başımız qarışıq olur ki, o döyəcəyimiz qapının yanından da keçib gedirik. Bəlkə də nicatımız oradadır, bəlkə də çıxış yolumuz oradadır. Əziz tamaşaçılarımız, bax indicə mənə dedilər ki, Günay üçün bizim studiyamıza bir bağlama göndəriblər. Allah razı olsun göndərən adamdan. Bağlamada nə var, Günaya nə göndəriblər? Sabah bu barədə açıqlama verəcəm. Və əziz tamaşaçılarımız, vaxtımız çox azdır. Əslində mən o sevindirici xəbəri sizinlə bölüşmək istəyirdim. Türkiyədə yerləşən 25 sot torpaqla bağlı Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən müəllimin bir tapşırığı oldu. Bugün tapşırığı xüsusi olaraq Əli Quliyevə tapşırıb. Xəzər rayon Türkiyən qəsəbəsi icra nümayəndəsinə tapşırıq verib. Tapşırıq nədən ibarətdir? Bunu sabah sizə açıqlayacağım.